Vaxtınız xeyir olsun əziz tamaşaçılarımız. Ailəmizin Xəzərində həkim işi yenidən efirdədir. Bugün də biri-birindən maraqlı qonaqlar, biri-birindən maraqlı mövzularla qarşınızdayıq. Yeri gəlmişkən bugün İlaxır çərşənbədir, torpaq çərşənbəsidir. Mən hər birinizin bu bayramını təbrik edirəm, arzu edirəm ki, əmin-amanlıq içində yaşayaq. Sağlamlığımız yerində olsun, ən əsası qalan problemlər yavaş-yavaş təbii ki, sağlamlıq olduqdan sonra öz həllini tapacaqdır. Və mən istəyirəm qonaqlarımız haqqında sizə məlumat verim, daha sonra keçim bizim baş sponsorumuza. Qeyd edim ki, bugünkü qonaqlarımız Baku Klinikin dəyərli həkimləridir və ilk qonağımızla biz fizioterapiya, müalicəvi masaj, onurğada olan problemlər və bunların müasir həlli yollarından danışacaq. İkinci qonağımız isə hər birimizin güvəndiyi uroloji uzmanı Dr. Emil Muxtarov olacaq. Qadınlarda və kişilərdə CD sistemi problemlərindən danışacaq, börək problemlərindən danışacaq, prostat vəz problemlərindən danışacaq. Odur ki, sizin də suallarınız varsa, aktiv olun 012-404-31-15 nömrəsinə zəng edin və ya Həkim Alt Xət İşi Instagram səhifəsinə suallarınızı SMS ilə yazın, göndərin ki, biz həkimlərimizlə bu studiyada sizin suallarınızı cavablandıra bilək. Mən keçid alım bizim sponsorumuz haqqında məlumata, daha sonra isə qonaqlarımızı studiyamıza dəvət edəcəm və qeyd edək ki, proqramımızın baş sponsoru Neobionasit həbləridir və bildiyimiz kimi insanların 60%-i daim mədə turşuluğu, yanğı, qıcqırma kimi hallardan əziyyət çəkir. Artıq bu simptomlardan tez, effektiv və ən əsası tam təhlükəsiz xilas olmaq üçün İtaliya istehsalı olan 100% təbii Neobionasit həbləri artıq sizin köməyinizə çatacaq, çünki artıq Azərbaycandadır və qeyd edim ki, Neobionasit həbləri İtaliyanın ABK farmasevtik şirkəti tərəfindən ən son innovativ texnologiya əsasında istehsal olunur və artıq uzun müddətdir ki, Avropa praktikasında geniş istifadə olunur. Digər preparatlardan fərqli olaraq Neobionasit həbləri tərkibindəki şəfalı dərman bitkiləri və təbii minerallar sayəsində qida borusu və mədədə qıcqırma, ağrı və yanğı kimi əlamətlərə qarşı tez, effektiv və davamlı müalicəvi təsir göstərir. Neobionasit çeynəmək üçün həblər şəklində buraxılır və gündə 3-4 dəfə yeməkdən sonra hər dəfə bir həb ağızda yaxşıca çeynənilərək udulur. Neobionasit həbləri 100% təbii və glutensiz olduğundan hətta hamiləlik və laktasiya dövründə də rahatlıqla istifadə oluna bilər. Neobionasit həblərini istənilən apteklərdən rahatlıqla əldə edə bilərsiniz. Təşəkkürlər bizim baş sponsorumuz Neobionasit həblərinə və biz keçid alaq bizim qonaqlarımıza və ilk qonağımız müalicəvi masaj üzrə baş mütəxəssis, həkim, fizioterapevt, Baku Klinikin dəyərli həkimlərindən Dr. Elman İbrahimovu studiyamıza dəvət etmək istəyirəm. Elman doktor, buyurun. Salam, xoş gəlmişsiniz. Bayramınız mübarək olsun. Çox şadam sizi yenidən studiyamızda görməyə və mən düşünürəm ki, biz bugün də tamaşaçılarımıza önəmli mesajlar, önəmli məlumatlar ötürəcəyik. Əziz tamaşaçılar 012-404-31-15 bizim əlaqə nömrəmizdir və Həkim Alt Xət İşi Instagram səhifəmizə də suallarınızı SMS ilə yazıb göndərə bilərsiniz. Elman doktor, biz eşidirik ki, uşaqda skalyoz var, bilməm, yetkinlik dönəminə çatdı, biz bu problemi aşkarladıq və yaxud böyük bir insan gedir, deyir ki, idmana getdim, mən də idman müəllimi dedi ki, skalyoz var imiş, xəbərim yoxmuş və s. kimi ifadələri tez-tez eşidirik. Ümumiyyətlə, skalyoz, kifoz, lardoz xəstəlikləri nədir? Bu xəstəlikdirmi, yoxsa bu bir anomaliyadır mı? Nədir bu? Bu diaqnoz? İlk əvvəl mən də xalqımızı bayram münasibətindən təbrik edirəm. Təşəkkür edirik. Qaldı skalyoz, kifoz, lardoz da deyirlər, lordoz da deyirlər. İndi o vurğudan asıldı. Bunlar ayrılmaz olduğuna görə bunların üçü bir yerdə çəkilir adları. Ona görə ki, bunlar onurğa sütununda anatomik olaraq Allah tərəfindən verilən normal əyriliklərdən kənarlaşma qeyd olunanda bunlara xəstəlik adı verilir. Yəni, insanın onurğası tam düz deyil. O, anadan olan vaxtı, uşaq vaxtı tam düzdə olur. Ancaq yenə də əyrilik olur. Düzdüm nahiyəsində əyrilik olur ilk öncə. Sonradan isə dediyimiz kimi 3 ay müddətində boyun lordozu formalaşır, 6 ay müddətinə qədər kifozlaşma gedir. Normal kifozlaşmadan gedir, oturanda uşaq oturmalıdır. Mütləq söz yeri gəlmişkən deyirəm, oturmalıdır yerdə, yanına paduşka, nə bilim, yastıq, nəsə düzməklə o oturmalıdır ki, onda kifozlaşma geçsin normal səviyyədə. Sonra isə bel lordozu yaranmalıdır. Uşaq ayağa duranda, yeriməyə başlayanda, 1 yaşı ərəfəsində onda belin lordozu, bel əyriliyi cüssədən düşən ağırlıq nəticəsində bel lordozu da formalaşır. Amma ümumiyyətlə insan 7 yaşında əsl anatomik skeletin formalaşması
əyriliklərin formalaşması 7 yaşına təsadüf eləyir. 7 yaşına Yəni təsadüf 7 yaşından sonra artıq bu əyriliklər formalaşmağa başlayır. Yox, 7 yaşa qədər bu əyriliklər 7 yaşa formalaşır qədər dayanır. formalaşıb bitməlidir. Ancaq onurğa sistemində anomaliyalar olanda, yəni dəyişikliklər olanda və yaxud da digər bir var displastik, yəni anadan gəlmə, həmin bu artıq biz keçirik xəstəliyə. Biz normadan danışdıq. Bəs mənə maraqlıdır ki, bunların xəstəliyə keçidinin səbəbləri nədir? Hansı səbəblərdən biz artıq xəstəlikdən danışmağa başlayırıq? İki əsas burada onun növü olur. Biri anadan gəlmə olur. Artıq burada biz heç bir profilaktikadan falandan danışa bilmərik. Anadan həmin anomaliya ilə doğulur. Yəni fəqərələrdə, onurğada pazvari, kəpənək şəkilli, balıq şəkilli fəqərələrə təsadüf olunur. Dabaq üstünə deyirlər, əlavə qabırğalar və digər anomaliyalar olanda istər-istəməz bu hadisə baş verir. Bundan başqa sakralizasiya, lumbalizasiya deyilən terminlər var. Hansı ki, birinci lumbalizasiyada deməli, bel nahiyəsində fəqərələrin sayı artıq 5 yox 6 olur. Oma nahiyəsində sayı az olur. Burada L5-S1 münasibəti, yəni bel oma nahiyəsində əsas o birləşmə yerində, keçiddə olan o anomaliyalar olur. Bundan da asılı olaraq insanlarda görürsünüz ki, bir də məsələn başın onurğaya birləşdiyi yerdə deyək də, qafanın birləşdiyi yerdə Atlantda birdən-birə bir tərəfli yaxud iki tərəfli birləşmə olur, assimilyasiya olur. Asimetriya olur. Yox, assimilyasiya deyirlər ona və yaxud da konkretensiya deyirlər. Yəni, ya bir tərəfli olur, ya da iki tərəfli. Həmin hal aşağıda, digər fəqərlərdə də müşahidə oluna bilər. Bir tərəfli və yaxud tamamilə birləşmə. Bunlar da mütləq onurğa əyriliyinə gətirib çıxardır. Onurğanın deformasiyasına gətirib çıxardır. Onurğanın deformasiyası skalyoz xəstəliyi çox geniş yayıldığına görə skalyozdan başlayıram. Skalyoz xəstəliyi 4 dərəcəyə qədər, 4 normal sayılır, hesab olunur. 5-ci dərəcəyə keçdikdə artıq həyəcan təbili çalmaq lazımdır ki, bunun da həyəcan təbilini ilk uşaq doğum evindən bilinir, anomaliyalar, düzgün olmayan hallar. Ondan sonra isə pediatrlardan siqnal gəlir. Pediatrlar, uşaq həkimləri mütləq düzgün yol göstərirlər. Sonra isə dünya görmüş valideynlər, babalar, nənələr, onların da sözünə qulaq asmaq lazımdır və ümumiyyətlə valideyn narahat olub həkimin yanına uşağı gətirəndə artıq onu biz gecikmiş hesab edə bilərik. Aydındır. Bəs mənə maraqlıdır, ümumiyyətlə hansı bu xəstəliklərin əlamətləri, tipləri və formaları hansılardır? Və ümumiyyətlə bir valideyn hardan, necə şübhələnməlidir ki, öz uşağında deyək ki, məsələn, skalyoz var? Əziz tamaşaçılar, mən üzr istəyirəm, sualınızı cavablandırarsınız. Sizə əlaqə nömrəmizi xatırladım, 012-404-31-15 və ya Həkim Altxət İşi Instagram səhifəsinin suallarınızı yazıb göndərə bilərsiniz. Buyurun, doktor. Çox sağ olun. Valideynlər deyir ki, evdə bişməyib qonşudan gəlmək bilmir, valideynlər həqiqətən bilmirlər. Belə halda valideynlər nəyə əsas fikir verməlidirlər? Birinci növbədə baş normadan aşağı sallanır. Uşağın başı artıq getdikcə aşağı sallanmağa başlayır. Çiyinlər irəli gəlir. Bunlar birinci səviyyə, birinci stepen, birinci dərəcəli skalyozların əlamətləridir. Çiyinlər irəli gəlirlər. Ondan sonra isə çiyinlərin hündür alçaqlığında görürsünüz ki, fərq müşahidə olunur. Uşağı çevirməlidirlər, baxmalıdırlar. Uşağın kürəklərində bucaqlar arasında fərq olur. Biri yuxarı, elə bilin ki, bir kürək qurtaranda oradan ona paralel xət çəkilərsə, ikinci kürəyə paralel olmalıdır. Xət aşağı ya yuxarı qalxarsa, deməli burada, yəni gözlərlə çəkməlidirlər də bu xətti ki, bu kürək yuxarıdadır, bu kürək aşağıdadır. Sonra kürəklər çiyinə sarı gəlmiş olurlar, yönəlmiş olurlar. Bəli, elə bir ki, toyuq qənətləri kimi, bax belə deyək ki, üzr istəyirəm, quş qənətləri kimi. Önə gəlirlər, önə gəlirlər, baş aşağı olur, çiyin aşağı olur, çiyin aşağı olur, o birisi çiyin yuxarı olur. Bunlar onun birinci, bir də gözlə baxanda baxırlar ki, kürəkdə
misal üçün əzələ bir tərəfdə güclüdür, o bir tərəfdə zəifdir. Əllə vurmaqla da bilmək olar, yoxlamaq olar, gözlə görmək də buna əzələ zəifliyi olur. Əzələ bir tərəfdə zəif olur, bir tərəfdə güclü olur. Skalyoz bu antagonistlikdən yaranır. Yəni bir-birinə onlar əksdirlər. Güclü tərəf gündə güclənir, zəif tərəf hər gün zəifləyir. Özdə həddi buluq dövrünə qədər bu proses davam edir. Ona görə də güclü tərəf onurğanı paravertebrallar vasitəsilə özünə sarı çəkir. Çəkir və əyrilik alınır. Əyriliklər quruluşuna görə 3 cür olur. Daha doğrusu 2 cür. Sadə və mürəkkəb, bir də iki qat əyrilik, yəni daha mürəkkəb əyrilikdir ki, orada qövsvarı əyriliklər sayı 2-dən keçir, 3 olur. Hətta çox da ola bilər. Bax belə. Aydındır. Əziz tamaşaçılar, nəzərinizə çatdırım ki, bugünkü qonaqlarımız, dəyərli qonaqlarımız Baku Klinik'in həkimləridir və ilk qonağımız elə Baku Klinik'in müalicə masajı üzrə baş mütəxəssisi, həkim fizioterapevt doktor Elman İbrahimovdur. Sizin də suallarınız varsa 012 404 31 15 nömrəsini zəng edin və ya həkim alt xətt işi Instagram səhifəsinə suallarınızı SMS ilə yazıb göndərə bilərsiniz. Və nəzərinizə çatdırım ki, Baku Klinik artıq illərdir xalqımızın keyfiyyətli xidmətində duran klinikalar siyahısındadır və Azərbaycanda desəm ki, ilk avtomatlaşdırılmış laboratoriyanı tətbiq edən klinikalar siyahısındadır. Yəni ki, yanılmaram və bu da bir daha artıq illərdir dünya ilə eyni anda bütün yeni texnologiyaları özündə birləşdirən bir klinika olaraq bizim qarşımızda və keyfiyyətli xidmətlə sayılıb seçilən klinikalar siyahısında olmasını göstəricisidir. İstər laborator xidmətləri olsun, istər diaqnostik metodlar olsun, istər peşəkar həkimləri olsun. Hər mənada Baku Klinik bir çox hallarda biz cavabsız qalan suallarımızın cavabını tapdığımız tibb müəssisələri siyahısındadır və mən buradan Baku Klinikin bütün əməkdaşlarını başda rəhbərlik olmaq şərti ilə bu çərşənbə bayramı münasibətinə təbrik edirəm və arzu edirəm ki, daim ilklər siyahısında olasınız, daim ilk sıralarda olasınız və xalqımıza keyfiyyətli xidmət göstərməkdə davam edəsiniz. Çünki adətən olur ki, çox yaxşı başlayırlar, amma bir müddət sonra bu keyfiyyət azalmağa başlayır. Nə gözəl ki, belə klinikalarımız var ki, siz keyfiyyətdən taviz vermədən illərdir artıq öz belə deyək, brendliyinizi qoruyub saxlamışsınız. Buna görə də Baku Klinikə ayrıca təşəkkürümüzü bildiririk. Elman doktor, biz təbii ki, istər lardoz olsun, istər kifoz olsun, istər skalyoz olsun, ya zəlzələdən, ya vəlvələdən. Bu problemlərdən əziyyət çəkənlərin sayı hər gün biraz daha artır və bu texnologiyaların həyatımıza girməyi, bütün günü bu planşet, kompüter, oturaq iş. Mən deyərdim ki, təhsil sistemində də belə deyək, o 45 dəqiqə durmadan, siz dediniz ki, 7 yaşına kimi bu formalaşır, amma bəzi hallarda məhz 7 yaşdan sonra bu problemlər başlayır. Çünki çantanın düzgün daşınmaması, part arxasında düzgün oturmaması, bəzən uşaqların çox çərçivəyə salınıb dərs vaxtı qətiyyət durmaq olmaz, hərəkət etmək olmaz kimi yanlış bu çərçivələr də bu problemlərin artmasına gətirib çıxarır deyə düşünürəm, bilmirəm, bəlkə yanılıram. Mənə maraqlıdır. Bəs nə edək? Bu xəstəlikləri necə müalicə edək? Müasir fizioterapiya, müasir üsullar nə deyir bu haqda? Nə yeniliklər var? Xanım, əvvəla belə deyək, düzəliş verək də biz. 7 yaşında bu qövslər elə bil ki, xəttlərini formalaşır. Amma insanın skeleti 18-20 yaşda formalaşır, tutarır. Ondan sonra tutaq ki, hər şey yaxşıdır. Ondan sonra Allah eləməsin, nə qədər deyirsən dəyişikliklər baş verə bilir. Onun da çoxlu səbəblər ola bilər. Lap çoxlu səbəblər ola bilər. Vaxtımız var, gəlin geniş danışaq ki, İstəyirsiniz görüntülərlə. Keçək, olar, görüntülər əsasında lap yaxşı. Mən görüntüləri çox sevirəm, çünki yüz eşitməkdənsə bir görmək yaxşıdır. Suyumuzu da içək və keçək doktor. Buyurun. Biz artıq burada canlı işlərlə də tanış olacağıq. Həm tamaşaçılar da bəlkə övladınızda belə görüntü görürsünüzsə, mütləq artıq ən azından biləcəksiniz ki, hansı xəstəlikdən şübhələnmək lazımdır. Buyurun doktor. Birinci elə haqqında danışdığımız skalyozdur. Skalyoz ən çətin müalicəyə tabi olan, onların üçün içində ən çətini tabi olandır. Yəni bu artıq 3-cü dərəcədən 4-cüyə keçid, yaxud da 4-cü dərəcə. Dəqiq deyə bilməyəcəm, birinci əlimizdə yoxdur. Bax, bu əvvəla buradan gördüyünüz, görə biləcəyiniz nə qədər görüntülər var, onlar şəxsən bax, mənim özümün pasiyentlərimdir. Onlarla şəxsən işləmişəm, görəcəksiniz Allahın köməyi ilə və bu onların çox bir az sayı olacaqdır. Bu skalyoz. Kifoz, bel donqarlığıdır. Yəni bu normadan artıqdır. Artıq bu 3-cü dərəcəlidir. Bu siz müalicəyə başladıqdan sonraki görüntü. Mən bunu göstərmək istəyirdim. Buyurun. Bax, bu artıq 3-dən 4-ə keçid, yaxud da ki, 4-cü dərəcəli kifozdur. Bax, bu adam. Bunlar 10 gün
10 günün müddətində baş verən dəyişikliklər. Nə yolla, necə olursa mən danışaram. Deyəcəksiniz də onu, yəni məslək sirridir deyə gizlətməyəcəksiniz. Buyurun. Bax, məsələn, gəlibdir skoliozla, hər bir adam çox fərdidir. Bu adamla cəmi bir seans işlənilibdir. Bircə seans, 1 saat, 1 saatdan da uşaq olduğuna görə 35 dəqiqə bax belə işlənilib və həmin nəticə alınıbdır. Deməli, nə qədər tez müraciət etsək, bir o qədər az müddətə mi nəticə əldə edirik? Söz yox ki, bütün xəstəliklərin hamısını nə qədər tez müraciət olunarsa, həkimə mütəxəssisə o qədər tez xeyri görürlər. Bax, bu isə lordozdur. Deməli, bel lordozdur. Yəni, normadan artıqdır. Normadan artıqdır. Qabağa gedirsə, bəli, qabağa görürsə, o gedən kimi... Qozbelli kifozdur. Qozbelli kifozdur. Bəli. O, qabağa getdikcə boyun istər-istəməz əyilir və insan yıxılmamaq üçün kompensatorunu poza deyirlər. Kompensator meyilliyi alır və bütün güclə boyuna düşür. Sonradan isə boyun lordozu, təbii olaraq boyun lordozu, bax, belə bir əyrilik olmalıdır. Orada da göstərmək olar. Sonra, bir az vaxtdan sonra boyun lordozu gücdən, ona düşən təzyiqdən düzlənir. Ondan sonra o adamı azından çox vaxt baş ağrıları və digər hallar onu müşahidə edir. Aydındır. Nailə xanım telefon xəttindədir. Mən istəyirəm bir tamaşaçılarımıza da faydalı olaq bugün bayram günündə. Nailə xanım, hər vaxtınız xeyir olsun. Vaxtınız xeyir olsun. Buyurun, sualınızı ünvanlayın. Doktor, salam aleyküm. Doktor, mənim qızımın 30-a yaxın yaşı var. Onun skoliozu var. Mən özüm bir çiyini... Bir çiyini aşağıda, bir çiyini yuxarı. Bəli, bir də arxadan lapatkasının üstü belə əsid qabarıb demək olar, qalxıb yuxarı. Belə, ona siz nə məsləhət görə bilərsiniz bizə? Nə məsləhət? Nailə xanım, aydındır sualınız, təşəkkür edək, bayramınız da mübarək. Buyurun. Nə məsləhət görək? Vaxtı itirmədən müraciət eləmək. Vaxtı itirmədən. 30 yaşı var, artıq biraz itirməmişik. Məndə rentgenoqram var, bax bu gün də göstərir, rentgenoqrafiya var. Deməli, 40 yaşlı adamdır, 6 seansdan sonra 51 dərəcədən 61 dərəcədən 50 dərəcəyə düşübdür. Mən təəssüf gözümdən götürməmişəm. Yəni, elm deyir, gec deyil. Elm deyir, tibbi deyir ki, 20 yaşdan sonra skoliozla məşğul olmaq faydasızdır. Amma əslində, bütün bax görəcəyiniz təcrübə göstərəcək ki, xeyr, azından onun qarşısı alınmalıdır. Lap azından qarşısı alınmalıdır və daha da yaxşılaşmalıdır. O, təkcə həkimin səyindən, mütəxəssisin səyindən asılı deyil, o insanın özünün öz qəlbində olan durumdan asılıdır. O istəsə ki, sağala, o isə həkimsiz sağalacaq. Bizə ona cığır açmaq lazımdır ki, o cığırı döyənək edib yol eləsin. Sonra da valideynlər kömək eləsin, asfaltlasın, bir də dala qayıtmasın. Doktor, bax, siz neyinirsiniz ki, bunlar sağalır, bu xəstələr, vəziyyətləri düzəlir, yaxşılaşır? Yəni, hansı müalicəvi metodlardır? Burada masajdırmı, loru desək, tokamı verirsiniz onları? Yəni, nə baş verir orada? Hansı prosedurlar aparılır? Burada ilk növbədə müalicə masajından istifadə olunur. Müalicə gimnastikası, müalicə masajı cəmi 10 gün olur. Amma müalicə gimnastikası demək olar ki, davamlı olaraq davam edir. Müalicə gimnastikası uşaq sağala bilməz. Bizim öz metodistimiz var. Məsələn, müalicəvi idmanla məşğul. Əlbəttə, müalicə göstərilir, evə tapşırıqlar verilir. Onlar hər yanımıza gəldikcə yoxlanılır. Sözsüz ki, ancaq pasiyent özü çalışmalıdır. Faizlə ifadə eləsək 80-90% onun özündən asılıdır. Həkim sadəcə bir cığır açır, bir yol göstərir. Amma yolu xəstə nə qədər düz getsə... Yolu nə qədər düz getsə, bu işdə valideynlə məktəbə qədər müəssisə ona kömək eləməlidir. Aydındır. Digər işlərinizə də tanış olaq. Mənə maraqlıdır, biz masaj haqqında danışırdıq. Ümumiyyətlə, elə insanlar var ki, uşağını deyir, evə masajist çağırdım. Nəsə bir problem var. Yox, eləcənə çağırdım ki, uşağı masaj eləsin. Bir görsən 10 gün, 1 ay, 2 ayda elə masajist gəlir, gedir, müştəridir də. Həkim adətən buyurur ki, masaj lazımdır. Masaj ümumiyyətlə bütün insanlara lazımdır. Çox gözəl şeydir, qədimdəndir. Onun çox qədimdir masaj. Masaj dərin bir, müalicə masaj dərin bir elmdir. Onu başa vurmaq da qeyri-mümkündür ki, onu tam mənimsəyəsən. Yəni, nə verir bizə müalicəvi masaj? Qan dövranı yaxşılaşır yəqin ki. Müalicə masajı bədəndə təmiz dəyişikliklərə səbəb olmağa kömək olur. Müalicə masajından sonra orada manual terapiyanın bəzi elementlərindən istifadə olunur. Dartma, burma və s. öz çəkisi ilə, aparatla yox. Ondan sonra onun xarici görünüşü dəyişir. Sözsüz ki, xarici görünüşündə önəmlidir. Amma insanın sağlamlığı da önəmlidir. Skolioz, kifoz, lordoz, əlaqsız skolioz elə bir xəstəlikdir ki, o əvvəl qismən əyilir, sonra tamamilə əyilir və insanı özü xəbəri olmadan bir müddət ərzində yavaş-yavaş
əlilliyə çəkir aparır. Mütləq əlilliyə çəkir aparır. Onun qarşısı alınmasa. Bu da ən qorxulu dövr yeniyetməlik dövrüdür. Yeniyetməlik dövründə ələxüsus qız uşaqlarında 9-10 yaşından belə narahat olmaq lazımdır. Oğlanlarda 12 yaşdan bax belə. Ümumiyyətlə 15-16 yaşda həmin o progressiv temp düşür. Amma ona qədər birdən-birə bir ilin içində insan 25 dərəcədən 60 dərəcəyə qədər əyilə bilir. 60, hətta daha çox. Var rentgenlər, onlarla göstərmək olar. Doktor, bəs uşaqlarda necə? Məsələn, nə dərəcədə düzgündür ki, valideyn özü qərar versin, profilaktik məqsədlə bu masaj aparılsın, ziyan verə bilərik ki, o uşağa? Yoxsa göstəriş mi olmalıdır? Bağışlayın, üzr istəyirəm. Əvvəla həkim özü yönəltməlidir ki, kimin üstünə gedin. Elə hər oxuyan Molla Pənah Vaqif olmur ki. Ondan başqa da o adam müalicə taktikası seçməlidir. Nədən başlamalıdır? Skalyozun müalicə taktikasında sağrı əzələlərinin Azərbaycanda demək olar ki, sağrı əzələlərindən işlənilmir. Demək olar, eşitdiyim bütün tibb müəssisələrindən də səslər gəlir. Amma sağrı əzələlərindən işlənilməsə, heç bir lazım effekt alına bilməz. O cümlədən hamı beldən yapışır, üzr istəyirəm yeni ifadəni. Amma bunun sinə tərəfi var, bunun bütün boyun, baş, bunlar hamısına işlənilməlidir. Ümumi müalicə masajı, klassik masaja gəlib çıxılmalıdır. Bədən hazırlanmalıdır, hipermiya hadisəsi alınmalıdır. Ondan sonra nə ki, traksiya, manipulyasiya var, onlar yerinə yetirilməlidir, davamlı olmalıdır, evə tapşırıq verilməlidir. Məktəb həm burada uşağın həm dostu, həm də biraz üzr istəyirəm, elə bir düşmanı kimi olur. Çanta çox ağır olur, götürmək çətin olur. Bir əlində daşıyırlar bəzən. Bir əlində, bəli, o dəfə də biz sizlə söhbət edəndə təkərli çantalar da yaxşı olar. O iki tərəfli beldən asılan daha məqsədə uyğundur. Bax, bu uşaqdır əslində, 12 yaşı var. 12 yaşı var. Cəmi bizdə çox az qaldı, getdi. Görün, nə kimi fəsadlar olur. Bu insanı isə idman, bax, belə eləyir. İdmandan Eşitmişdi, idman düzəldir, amma idman da bəzən bu vəziyyətə salır. Bəli, çox sağ olun. İdman əslində düzgün seçilməyəndə, bax bu nə? İdmanı turlayandan 10 gün sonra bu nəticə alınır. Onun yanından görünüşü də həmin şəxsin bax belədir. Görün, onun ürək nahiyəsi, nəfəs alma, onun sinəsi nə vəziyyətdədir, görün burada nə genişlikdədir. Ağciyərlər hamısı azadlığa çıxır, perikard hamısı rahat vəziyyətdə. Bax, gördüyünüz kimi bel, onurğaya düşən yük düz paylanılır, doğru paylanılır. Amma burada birbaşa həmin yük gəlib dayanır, bax burada L5-S1 nahiyəsində. Burada lardozdur, değil mi? Yox, burada kifozdur, donqarıqdır və onunla beraber boyun fəsadları var. Uşaqdır. Bax, görürsünüz, kürəyinin biri aşağı, biri yuxarıdır. Cəmi 8 gündən sonra bu uşağın bədəninə olan gözəllik deməyə heç 8 gün. Bunlar hər biri, nətər deyərlər, fiksirovat olunur. Hər biri bizdə var. Qeydiyyatda var, bəli. Bunlar, bax, bu oğlanın atasında da vardı. Bax, deməli, genetik olur. Yəni, mən onların səbəblərini saysam, onlardan biri elə birincisi genetikdir. Bax, uşaqdır. Raxitlik də keçirdikdir. Döş qəfəsəsi uğrayıbdır belə deformasiyaya. Bax, göbək nahiyəsinə baxın, xahiş edirəm. Bax, buradakı qırışlara nəzər salın. Həmin qırışlar isə 7 gündən sonra yoxdur. Bədən gözəlləşibdir. Görün, necə açılıbdır, çiyinlər açılıb və s. Aydındır. Burada mənə maraqlıdır. Bax, yazılıb 8 gün, 10 gün. Bu seanslar minimum neçə gün davam eləməlidir və hansı müddətdən sonra təkrar olunmalıdır? Məsələn, görkəmli alimlərin göstərişinə görə 25 gün bu olmalıdır, amma 15-20 dəqiqə. Amma praktikada, məsələn, mən işləyəndə görürəm ki, bu mümkün deyil. 15 dəqiqəyə, 20 dəqiqəyə heç bir şeyə nail olmaq olmur. Ona görə də azından yarım saat. Uşağın fizioloji kliniki şərtləri yol verərsə, onda 35 dəqiqədə eləmək olar. Hər bir adama individual yanaşmaq lazımdır. Süreyya xanım, hər vaxtınız xeyir olsun. Hər vaxtınız xeyir xanım. Buyurun, sualınızı ünvanlayın. Mənim sualım elə həkimin bu danışdığı xəstəlik üçündür. O belində əyrilik olanı. Ona mən sual verəcəm ki, müalicə elətdirmişəm. Bax, torşunu bu şəkildə olan kimidir. Lapatkasında, bir də qavrğasında içəriyə gedir elə. İndi mən ona sual verməliyəm ki, müalicədə olub, 3 dənə də uşağı var ondan sonra. Prosto anadan gəlmə deyil, bu turnikdə, məktəbdə yıxılıb olub belə. İndi mən ona sual vermək istəyirəm ki, görüm, 3 uşaqdan sonra 32 yaşı var. Bunda indən belə, məsəl üçün, fəsadlar nə ola bilər? Fəsadlar nə ola bilər? Aydındır. Fəsadlar ola bilər. Bəli.
Bəli, 3 uşağı var. Ha. Gözlüyün. Aydındır, təşəkkür edirik zəhginiz üçün. Buyurun. Gözləyin cavabı, izləyin. Demək, ana, mütləq bu işin qarşısı alınıb vəziyyəti yaxşılaşdırılmalıdır. Çünki insan yaşa dolduqca onun əzələlərində və sümüyündə qocalma baş verir. Və təkcə onda yox, digər orqanlarda və əl-axsuqda disklərdə, fəqərlər arası disklərdə. Onlar hündürlüyünü itirirlər, onlar deformasiyaya uğrayırlar və bundan sonra isə onlar o dərəcədə nəzili öz hündürlüyünü itirə bilirlər ki, onlar ya qırıca, yırtıq deyirik biz ona, diskogen qırıcaya və yaxud da ki, ümumiyyətlə bel ağrılarına səbəb olur və onu bu vəziyyətə gəlib çatmaması üçün, azından hələ xarici görünüşünü demirəm, höhmən bunun qarşısı alınıb, ona müəyyən tapşırıqlar verilib, müəyyən konservativ müalicələr və yaxud da ki, fizioterapevtik prosedurlar təyin eləmək lazım ki, o gəlib daha da fəsadlaşmasın. Aydındır. Əziz tamaşaçılar, nəzərinizə çatdırım ki, qonağımız Bakı Klinikin müalicə masajı üzrə baş mütəxəssis, həkim fizioterapevt Dr. Elman İbrahimovdur. Suallarınız varsa 012 404 31 15 nömrəsində zəng edin və ya həkim alt xətt işi Instagram səhifəsində suallarınızı SMS-lə də yazıb göndərə bilərsiniz. Buyurun, doktor, davam edək. Digər işlərdə də tanış olmaq istəyirsiniz. Baxın, qız uşağıdır, 12-13 yaşı var. Onlar bizə dəfə gəldilər, məncə uzaq rayonumuzdandırlar. Bu 10 gündə alınan nəticədir. Bax, 10 gündə alınan nəticədir. Məncə nəticə göz qabağındadır. Yəni, hansını desəniz, hansı olsa. Görürsünüz, o kruqlaya spina deyirlər, dəyirmi bel. O artıq qayıdır geri, kürəklər nəzərə çarpır. Qollar arasında olan talya bucağı deyirlər. O yaxşılaşır, bel şaxlanır, boyun düzəlir. Burada olan çiyin nahiyəsində, bax, görürsünüzmü, necə bir gərginlik var. O gərginlik götürülür, çiyinin gözəl bir ərliyi, anatomik ərliyi gəlib üzə çıxır. Bədən gözəlləşir. Hansını desəz, bax, körpə uşaqlardılar. Nə qədər tez müraciət olunursa, o qədər yaxşı olar. Aydındır. Elman, siz az öncə məktəb, ailə danışdınız. Ümumiyyətlə, mənə maraqlıdır, ailənin və məktəbin bu xəstəliklərin müalicəsində, bu reabilitasiya dövründə rolu nə dərəcədə önəmlidir və nə kimi? Məktəblərdə sizcə təhsil sistemində dəyişiklik etmək lazım? Təhsildən danışıram təbii ki, bu fiziki təhsildən danışıram. İdman dərslərinin sayını mı artıraq, yoxsa məktəblərdə biraz tələbələrə, şagirdlərə azadlıq mı verək, bəlkə dərsləri ayaq üstə keçək, nə düşünürsünüz bu haqda? Siz bütün elə mütəxəssis sualın hamısına cavab verdiniz özünüz, doğrudan verədiniz. Deməli, insan ömrünün 3-dən birini döşəkdə, yatağında, yatmaq vaxtı keçirilir. 24 tutqanı böləndə 8 saata hər 3-dən 1 alınır. Deməli, bunun birinci uşağın çəkisi nə qədər azdırsa, o qədər qorxu yoxdur. O qədər qorxu yox ki, bu döşək nə vəziyyətdədir. Amma uşaq böyüdükcə, elədikcə, o döşək yumşaq olduqca o çökür. Yavaş, o çöktükcə, döşək çöktükcə, onda bədənin fizioloji, anatomik ərlikləri başlayır dəyişməyə və orada deformasiyalar baş verir. Birinci, döşəyin altı möhkəm olmalıdır, taxt şəklində olmalıdır. Şükür, bu saat hansı ev desəz, orada artıq ortopedik döşək var. Bu da bizi narahat eləmir. Hər bir evdə var. Ortopedik döşək çox məsələləri həll edir. Yəni, əslində lazımdır bu ortopedik döşək. Çox yaxşıdır. Çünki bəzilər düşünür ki, bu sadəcə bir biznesdir, olmasa da olar. Nənə babalarımız ortopedik döşəkdə yatmayıb ki. Nənə babalarımız yerdən, poldan yerdə yatıblar. Amma indi sonra prujunlu kravatlar, yaylı çarpaylar gəlib. Onlar da olubdur ki, yüksək çəkili adamlar və yaxud da uşaqlar falanlar hamısı orada deformasiyaya uğrayıblar. Hamısı. Yəni düz olmalıdır yatağımız. Raskladuşkalar yadınızda vardı mı? O Sovet hökumətindən qalma. Onlar hamısı insan sağlamlığına əks yönələn bir işlər idilər. Aydındır. Yəni yatağımız düz olmalıdır. Yataq düz olmalıdır. Çantamız kürəyimizdə olmalıdır məktəbə gedərkən. Yataq düz olmalıdır. Çanta, bəli, iki tərəfli rança deyirlər. Ranits. Bəli. Ranits, hə. Ranits, bəli. O olmalıdır, o daha etibarlıdır. Kitabların sayı hədsiz çoxdur. Biz Təhsil Nazirliyinə nə deyə bilərik ki, onlar bilirlər işlərini. Amma nə qədər valideyn kimi narahat olmalı, həkim kimi narahat olmalı ki, kitabların sayı minimuma. Kitab bizi maraqlandırmır, çəki minimuma indirilsin. Çəki minimuma. Hətta mən belə təhlil eşitmişəm də ki, görürsünüz, 2 uşaq bir partada oturur, deyirlər ki, 6 kitab gələsidir, 3-ünü sən götür, 3-ünü də mən götürürüm. Bəlkə 2 ekzemplar versinlər, biri məktəbdə qalsın, birini evdən gətirsinlər. Yenə də o sizin o ya da bizim aktyorumuz
Coşqun yaxşı dedi keçən dəfə. Ya da ki, hər gün gedəndə dərsə bir vərəqi cıraq aparaq. Gələn ildə həm o kitab buraxan sexlərin işinə yarayacaq, kitabları daha çox satacaqlar. Düzdür, biz kitabları qorumalıyıq. Əslində, cırmaq düzgün deyil, bunu zarafat üçün deyirəm. Amma yenə də nəsə etmək lazımdır. Gəlin partadan danışaq. Partadan danışaq, yaxşı. Parta uşağın yaşına uyğun olmalıdır, boyuna uyğun olmalıdır, yaşına uyğun olmalıdır. Müəllimlərimiz bizi Sovet dönümündə əlləri partanın üstünə qoymuş, qəşəng, rahat tərbiyə edirdilər belə. Amma əslində bir pozada 45 dəqiqə dayanmaq qeyri-mümkündür. Mənə elə gəlir, yaxşı mənada onlara azadlıq vermək lazımdır. Ədəbsiz şəkildə oturmaq yox, amma sərbəst oturmalıdır uşaqlar. Uşaqları irad tutmaq lazım deyil. Onlara Rusca abaltuslar deyirlər, bir də çönlər ondan danışırlar, bundan danışırlar. Belələrini qiymətləndirirlər Rusiyada ki, yox, rahatçılıq olsun. Məsələn, mən eşitmişəm ki, uzun müddət orada yaşamışam. Uşaqlar 45 dəqiqə dövr ərzində müəllimlər durğuzurlar, durun, gülüşürlər. Bir dənə xırda bir anekdotmu, xırda bir söhbətmi, ayaqüstü deyirlər, gülürlər, oturun. Otururlar, təzədən hamı cəmlənir dərsə. Hamı cəmlənir. Yəni, bu 1:45 dəqiqə deyil. Uşaq üçün çox çətindir. Yəni, müəllimlər maksimum kömək eləsinlər. Uşaqları ədəbsizlikdə günahlandırmasınlar. Uşaqlara imkan versinlər. Biraz azadlıq verək. Azadlıq vermək lazımdır. Bir tamaşaçımız da yazıb ki, salam, bu sual zəhmət olmasın həkimdən soruşur. Məndə skolioz var az dərəcədə. Fitnesslə məşğul oluram, amma belim bağlı şəkildə, belimi bağlayıram və ayaq üstə hərəkət eləmirəm. Bu olarmı? Bir mənalı şəkildə xeyr. Çünki skelet əzələləri fitnesslə məşğul olanda mütləq onurğa sütununa və belin əzələlərinə güclü təzyiqlər olur. Onlar gərginləşirlər. Əzələlər gərginləşdikcə onlar dartınırlar, daralırlar və onurğanı deformasiyaya uğradırlar. Onlar, o xanım yaxşı, belini nə qədər bağlasa da xeyri yoxdur onun. Onurğanı heç nədən qorunmur. Yaxşı olar ki, balaca az çəkili qantellərlə, müalicə gimnastikası ilə, aerobika ilə, bunlar ona daha çox fayda verər. Çox fayda verər. Aydındır. Bəzən olur ki, uşaqlar artıq o qədər öyrəşirlər ki, bu vəziyyətə. Yəni, artıq böyüdükdən sonra bu problemi dəyişmək biraz çətin olur. Yəni, olur ki, məsələn, gedirlər fizioterapiyaya, bir 8 gün, 10 gün bir müddət yaxşılaşır, sonra yenidən təkrarlanır. Hansı dəyişiklikləri qalıcı olaraq etməlidirlər həyatlarında? Varmı belə bir tendensiya və yaxud kurs bu müalicələr ildə bir dəfə təkrar olmalıdırmı? Xanım, deməli bu skolioz, lordoz, kifoz xəstəlikləri, bunların çoxu 4 əsas böyük səbəb var. Onlardan irsini dedik. Biri də həyat tərzidir. Əsas 4-cü həyat tərzidir. Yəni mən həyat tərzinə daha çox önəm verirəm. Ona görə də nə deyim valla, uşaqlar gərək idman seçəndə əvvəla hamı çempion olmaq istəyir, hamı əlaçı olmaq istəyir, hamı akademik olmaq istəyir, amma hamıya müəssər olmur bu. Amma Allah hamıya müəssər eləsin. Mən deyirəm ki, elə belə bir sxem var ki, əvvəlcə bütün valideynlər, uşaqlar nə qədər istəsələr də ilk milli rəqsimizdən başlamalıdırlar. Milli rəqs çox gözəl, musiqi sədaları altında və gözəl və duruşa çox böyük kömək edən bir amildir. Milli rəqs, su idmanı, qızlar üçün bədii gimnastikada olar. Sonra isə sxem belə gəlir, əl topu oyunları, voleybol, basketbol, əl-asız basketbol. Əl-asız basketbol, həndbol, bunlar çox böyük kömək edir. Uşaq ki, lazımı vəziyyətə gəlib çatdı, ondan sonra, onun bədənində fiziki hazırlıq olandan sonra fiziki hazırlığı daha çox tələb edilən oyunlara, güləşdir, boksdur, kickboxingdir və s. bunlara cəlb eləmək olar. Yenə də uşağın bunu eləməmişdən qabaq, mütləq psixoloqla məsləhətləşmək lazımdır. Uşaqların psixikasında dəyişikliyə yol vermək olmaz. Elə adam var ki, hazır deyil. O, qorxudan, həyəcandan, ondan müəyyən səbəblərdən travma alır. Ala bilər, yox, adətən alır valla. Alır. Ona görə də bu oyunları, bu idman növlərini sonraya saxlamaq daha məsləhətdir. Yəni, uşağın istəyi də nəzərə almalıdır, həvəsi nəzərə alınmalıdır ki, məcbur yox. Və uşağın imkanı, fizioloji imkanı da nəzərə alınmalıdır, təhsil yox. Aydındır, hansı idmanın öhdəsindən gələ biləcəksə, bu yəqin ki, nəzərə bütün alınmalıdır. idmanlara hazırlıq su idmanından keçir. Su idmanından, rəqsdən, bax, bunlar ən yaxşı trampolindir. Yəni, qaməti, bizim qamətimizi formalaşdırır, belə desək. Təhsil xanım qaməti yox, əzələlər gəlir, dəyərli bir formaya gəlir. Axı, bunun bir səbəbi də var, miyopatik, yəni əzələ distrofiyası. Əzələ boşdur. Bax, mən durmuşam, elə bilin ki, ayağımın biri məni götürmür. O saat mən əyilirəm. Mən əyildiyim kimi belim də əyilir. Bədənin də elə bil ki, elə bir cüssənin də yuxarıda ayağı tutan yeri
bax bu səhv və düz əzələlərdirlər. Onlar bərkiməlidirlər. Ancaq bir tərəf bərk olur, bir tərəf zəif olur. Ona görə bir tərəf çökür. Bir tərəf bu skalyoz çıxıq deyil ki, onu qaytarıb yerinə qaytarasan. Bu davamlı surətdə, bu axı illərlə, aylarla gəlibdir. Bu da elə də dala qayıtmalıdır. Və gəlib həddi buluq dövrünə çatanda valideyn də, həmin pasiyent də özü də rahat nəfəs ala bilər ki, Allah sağ şükür, mən artıq mənəm. Ondan sonra güclərin özündə bir nətər deyim, inam hiss eləyir, həyata atılışında da, sənət seçəndə də, hər bir şeydə, idmanda da. İstənilən halda aktiv olmaq lazımdır. Oturaq həyat tərzi bu problemləri artırır. Yəqin ki, sükan arxasında da onda daha az zaman keçirməliyik. Sükan arxasında birisi artıq formalaşmış skeletdir insanın, yəni onlar işə hazırdır insan. Ona qədər müddətdə, bəli, oturur, ümumiyyətlə, hipodinamik də deyirlər ona, yəni az hərəkətsizlikdən çox vaxt bu meydana gəlir. Deməli, uşaq evdə balkondan baxmaqdan başqa və yaxud da ki, ümumiyyətlə süstləşir, gün-gündən süstləşir və bu elə bir qorxulu tendensiyadır ki, bunu bu vəziyyətdən çıxartmaq olmur. O möhkəm hərəkət olunan, o aktiv adamları bir normaya gətirmək olur, amma bu süslü yerindən qaytarıb bir aktiv həyata gətirmək ondan 2 qatı. Bir də ona depressiya qoşuldu mu, ümumiyyətlə uşaqları tək başına üstə gələk planşet, üstə gələk kompüter, üstə gələk hərəkətsizlikdə bunlar. Hərəkətsizlik. Və poza, üzr istəyirəm, bir poza. Eyni. Bir poza seçir, istər-istəməz skalyozda sözünüzü günlə kəsirəm, bağışlayın. Skalyozda mütləq onurğa sütununda öz oxu ətrafında fırlanma, rotasiya baş verir. Rotasiya, digər o rotasiyanı dala qaytar. Hər bir adam baxır ki, bir çiyini irəli durur, bir çiyini, nəyə görə? Ona görə ki, həmişə o mışqa deyilən nədirsə, onunla işləyirlər çox vaxt. Ya ruçka ilə yazmaq və filan, ümumiyyətlə poza. Kifoz xəstəliyində isə donqarıqda, ona pastoral kifoz, yunorski kifoz da deyirlər, yeniyetmə kifozu. Şerman-Mau xəstəliyindən yer gəlmişkən varsa bir dəqiqə mən danışım. Deməli, donqarıq pastoral kifoz çox maraqlıdır, yeniyetmə, əlaqəsi bu qızlara şamil olunur. Ona görə ki, uca boylu qızlar əzələ korseti əmələ gəlməmiş, formalaşmamış, əzələ korseti yoxdur. Boy ucadır, bədən götürmür. Yavaş-yavaş, bəli, onlara astenik də deyirlər. Yavaş-yavaş onlar başlayırlar əyilməyə. Belə halda korset sağlam adamdan ötürüdür. Korset xəstədən ötürü deyil. Müəyyən yarım, bərk korsetlər olur. Polujovski deyirlər. Ondan vaxtaşırı alıb vurmaq lazım. Bel yorulanda səndə heç bir xəstəlik yoxdur. Onurğanın yükünü azaltmaq. Onurğanın yükünü azaltmaq, bəli. Onurğaya düzgün paylansın yük. O korsetlərdən fransız kinolarında görmüşsünüz. Belə vaxt az deyən tezini. Görürsünüz qızlarda, qadınlarda korset. Onlarda skalyoz varmı? Gəlin Rusiya statistikası ilə mən Fransa statistikasını mən öyrənmişdim o vaxtı. Elə bir ki, 1-3-ə nisbətindədir. Onlarda yoxdur. Yəni bu korsetdən bizim cəmiyyətimiz də korsetə bir cür baxır. Korset yaxşı bir şeydir. Qadınlar mətbəxə girdilər, işə falan, o korseti vurub işləyə bilərlər ayaq üstə. Daha da yorulmazlar, daha da gözəl olar, qamətləri gözəl olar, ağrılar olmaz və s. Bizimkilər ancaq toya gedəndə taxırlar o korsetləri ki, qarnın bilinməsin, qarnını sıxsınlar. Toyda heç kim baxıb deməsin, az nəyə mankök gəlibsən? Hə, doktor, razısınız yəqin ki, məndən. Son bir dəqiqəmiz var, müraciətinizi də eşidək tamaşaçılarımıza. Buyurun, doktor. Elə peşə sahibləri varmı ki, onlar risk qrupundadır ki, bu xəstəliklərin yaranması? Sürücülər dedik, o zaman alimlər də risk qrupundadır. Çünki onlar da davamlı olaraq masa başı işdə olurlar. Risk qrupunda olmayan? Yoxdur. Yox, risk qrupunda olmayan var. Onlar kənddə, kənd şəraitində yaşayıb, kənd təsərrüfat işlərindən tələsmədən, özlərini onurğalarını gücə salmadan işləyən adamlarla, öz xodu ilə yavaş-yavaş gəl, amma daimi hərəkətdədirlər. Gücü çatan qədər, hər kəsə bacarığına görə, o sosializm prinsipi daha, tələbatına görə. O bacarığına görə bəli, gedir, gəlir, bax belə yaxşı. Kənddə skalyoz demək olar az olur. Kənd cəmatı. Bəli, kənd cəmatına. Artıq idman oyunları da azalır məktəbdə, özünüz bilirsiniz çoxlar. Onun üçün də mən istəyərdim ki, məktəbdə bax bu işlər yoluna görülsün. İnşallah. İnşallah ümid edirəm ki, biz buradan önəmli mesajlar ötürdük və bu problemlər düzələcək. Mən sizə təşəkkür edirəm doktor, studiyamıza gəldiyiniz üçün. Pultumuzu da geri alım. Bilmirəm, doktorun görüntüləri var yoxsa yox. Sizi yavaş-yavaş yola salım. Keçid alın bizim baş sponsorumuz haqqında tamaşaçılarımıza. Sağ olun doktor. Məlumat verin və verilişimizi davam etdirək. Gəzi tamaşaçılar nəzərinizə çatdırım ki, qonağımız Baku Klinikin müalicəvi masaj üzrə baş mütəxəssisi, həkim, fizioterapevt doktor İlman İbrahimov idi. Skalyozun yaranmasını istəmirsinizsə, ya gərək kəndə gedək, ya da ki, gedək Baku Klinika bu problemi həll edək. Çünki müasir tibb çox inkişaf edib və bu problemlərin həllində gördüyünüz kimi çox yeniliklər var.
Və bizim baş sponsorumuz Neobionasit həbləridir. Bildiyimiz kimi insanların 60% daim mədə turşuluğu, yanlığı, qıcqırma kimi hallardan əziyyət çəkir. Bu kimi hallar insanların normal həyatına mənfi təsir edir. Bu səbəbdən də onlar daim bu simptomlara qarşı mübarizə aparmağa çalışırlar. Təəssüf ki, bu mübarizə çox zaman effektiv olmur. Artıq bu simptomlardan tez, effektiv və ən əsası tam təhlükəsiz xilas olmaq üçün İtaliya istehsalı olan 100% təbii Neobionasit həbləri sizin köməyinizə çatacaq. Neobionasit həbləri İtaliyanın ABK farmasevtik şirkəti tərəfindən ən son innovativ texnologiya əsasında istehsal olunur və artıq uzun müddətdir ki, Avropa praktikasında geniş istifadə olunur. Neobionasit tərkibində 2 aktiv komponent var: poliprotekt və flavonoid kompleksi. Bu komplekslər qida borusu və mədənin selikli qişasını qoruyaraq selikli qişanın bərpa edici qabiliyyətini artırır. Poliprotekt kompleksi əzvai əməköməci və gülxətmi bitkilərindən alınmış polisaxaridlərdən və mədədə tuş mühiti anında neytrallaşdıran təbii minerallardan ibarətdir. Flavonoid kompleksi çoban yastığı və biyan kökündən alınmış flavonoid fraksiyasıdır. Bunun sayəsində selikli qişa və selikli qişa təmasına antioksidan təsirə yanaşı iltihab ilə də mübarizə aparır. Digər preparatlardan fərqli olaraq Neobionasit həbləri qida borusu və mədədə qıcqırma, ağrı və yanğı kimi əlamətlərə qarşı tez, effektiv və davamlı müalicəvi təsir göstərir və bu bayram günlərində, bu toyların, məclislərin çox olduğu günlərdə Allah təki hər zaman bizə xoş günlər nəsib etsin. Məncə elə hər birimizin çantasında bir Neobionasit həbi olsa yaxşı olar. İstər özümüzün, istər toyda hərdən gəlirlər ki, nəsə mədəm yanır, özümü pis hiss elədim, hansısa məclis. Dərhal çantanızdan çıxardırsınız, Neobionasit həbini verirsiniz ki, al çeynə, bu problemlər keçəcək. Sonra da deyirsiniz ki, ay Tutu xanım, Allah sizdən razı olsun, toy burnumdan gəlmədi, elə necə yaxşı lazım idi, yedim, içdim, dincəldim. Və qeyd edək ki, Neobionasit həbləri çeynəmək üçün həblər şəklində buraxılır. Gündə 3-4 dəfə yeməkdən sonra hər dəfə bir həb yaxşıca çeynənilərək udulur və daha sonra da bizə təşəkkürünüzü bildirirsiniz və qeyd edim ki, o qədər təbiidir ki, glutensizdir və hətta hamiləlik və laktasiya dövründə də rahatlıqla istifadə oluna bilər. Neobionasit həblərini istənilən apteklərdən rahatlıqla əldə edə bilərsiniz. Təşəkkürlər bizim baş sponsorumuz Neobionasit həblərinə və mən keçid alım növbəti qonağımıza. Növbəti qonağımız da həmçinin Baku Klinikdən dəvət alıb və biz artıq urologiyadan danışdığımız zaman ağlımıza ilk gələn adlardan olan tibb üzrə fəlsəfə doktoru, Türkiyənin Ege Universitetindən uzmanlıq təhsili almış uroloji uzmanı, uroloq-androloq doktor Emil Muxtarovu mən studiyamıza dəvət etmək istəyirəm. Emil doktor, gəlin, buyurun, xoş gəlmişsiniz, necəsiniz? Xoş gördük, çox xoşdur sizi yenidən studiyamızda görmək. Bizim lövhəmiz hazırlandı, deyəsən nəsə göstərəcək tamaşaçılarımıza. İnşallah bəli, xəstələrimizin mən istəyirəm bugün, bizdə bəzən olur ki, həkim qonaq gəlir, sırf prostat vəziyyətindən danışır, kişi problemlərindən danışır, bəzən gəlirlər, ancaq qadın problemlərindən danışırlar. Mən istəyirəm bu iki mövzunu biz bir yerdə əhatə edək. Qadınlarda və kişilərdə böyrək xəstəlikləri, sidik sistemi xəstəlikləri ümumiyyətlə necə ayrılır və siz yəqin ki, daha yaxşı danışacaqsınız bu mövzuda. Buyurun, başlayın. Öncə Azərbaycan xalqını ilk axırı Çərşənbə bayramını təbrik eləmək istəyərdim. Novruz bayramı mənim üçün bəlkə ən sevimli bayramımdır. Yazın gəlməsi ilə bərabər də bir ümid, bir sabah artıq daha da yaxşı olacaq ümidlə biz yaşayırıq. Ən çox hansı adətimizi sevirsiniz? Novruz adətlərindən danışmışkən soruşum sizdən. Tonqal atlamaq daha gözəldir. Tonqaldan atlamaq sevirsiniz. Ən gözəldir. Əslində sizin təklifiniz çox gözəldir. Mən isə biraz da irəli gedərdim. Mən istəyərdim ki, adətən biz animasiyalı görüntülər hazırlayaraq bizim tamaşaçılarımızı istər-istəməz o mövzuya yönləndiririk. Bu dəfə o lövhənin də hazırlanmasının da səbəbi odur ki, mən istəyərdim ki, bizim tamaşaçılarımız daha aktiv olaraq bizi özləri yönləndirsinlər və biz onların suallarına o lövhədə izah eləyərək də cavab verə bilək. O zaman 012-404-11-15-dir bizim əlaqə nömrəmiz və Həkim Alt Xətt İşi Instagram səhifəmiz də həmçinin sizin xidmətinizdədir. Yəni başlayaq. Kişilərdə siz ümumiyyətlə, siz Türkiyədə oxumusunuz, çalışmışsınız, işləmişsiniz. Sonra qayıtmışsınız Azərbaycana. Elə başlayaq bəylərdən. Ora ilə müqayisədə bizim toplumda, kişilərdə ən çox rast gəldiyiniz problemlər öz sahənizdə hansılardır? Yəni, əslində, həm genetik olaraq biz Türkiyə vətəndaşlarından çox uzaqda deyilik, həm Türkiyənin şərq bölgələri ilə bəslənmə tərzimiz çox yaxındır. Ona görə əslində şərq bölgələrində də bizdəki kimi daha çox böyrək daşları, sidik yollarının daşları, xəstəlikləri çox görünür. Prostat vəzninin böyüməsi,
prostat hiperplaziyası dediyimiz xəstəlikləri də eyni şəkildə çox sıx görünür. Qərb tərəfdə, yəni bizim sevimli Ege bölgəsi dediyimiz İzmir şəhərinin baş etdiyi o bölgəyə, orada daha çox türklər demiş ki, otobur, yəni göyərtilərlə bəslənən, meyvə tərəvəzlə bəslənən insanlar olduğu üçün onlarda daş xəstəlikləri biraz bizə görə daha az qarşıya çıxardı. Prostat vəzinin hiperplaziyası bu həm irsi səbəblər daşıdığı üçün, həm eyni zamanda kişinin hormonal statusuna bağlı olan bir, asılı olan bir faktor olduğu üçün əlbəttə ki, yəni deməzdim ki, çox ciddi bir fərq olsun Azərbaycan vətəndaşlarının Türk vətəndaşları arasında. Amma genel olaraq ümumiyyətlə danışanda əlbəttə ki, siyah-qara irqdə, yəni afroamerikanlarda prostat xəstəlikləri daha çox olur. Nəinki, məsələn, Yaponlarda, hansı ki, daha çox dəniz məhsullarına bəslənirlər. Dəniz məhsullarında Yəni qidalama bu qədər önəmlidir. Bu önəmlidir, bəli. Sizin sahədə çox önəmlidir. Bizim sahədə də bu çox önəmlidir. Yaponlar dəniz ürünlərində estrogen, yəni qadın hormonuna bənzər maddələrin çox olması nəticəsində prostat xəstəlikləri daha az görünür. Eyni zamanda da təsdiqlənib ki, elə Yaponiyada yaşayan insanlar Amerikaya köç etdikləri zaman, Amerikan tipdə bəslənməyə başladıqları zaman artıq xəstəlikləri də Amerikan tipində olur. Yəni bəslənmə, bəli, bəslənmə çox önəmlidir. Bizdə amma R hərfi yoxdur bu ayda, doktor. Mənə balıq yenə yazacaqsınız deyirlər. Valla, mən açıqçası bəlkə R hərfini deyirəm, kiçik qızım R hərfini hələ deyə bilmir, amma mən deyə bilirəm. Yenə də mən açıqçası ayla fərq qoymazdım. Balıq hər mövsümdə. Hər mövsümdə yeyinə bilir və çox gözəl bir məhsuldur, çox faydalıdır, hər tərəfli. Amma əlbəttə ki, bir tərəfli də bəslənməmək lazım. Bəslənmə dəngəli olmalıdır. Əslində sizin sayınızı biraz girdik. Girin, mən icazə verim. Bugün bayramda kim hansı sahəyə istəyir girsin. Biz qadınlarda, Azərbaycan qadınlarında daha çox hansı börək xəstəliklərinə, sidik sistemi xəstəliklərinə rast gəlirik biz? Ən çox əlbəttə ki, sidik yollarının infeksiyaları. Yəni daha çox sistit formasında. Təəssüflər olsun ki, bunun da əsas səbəbi xanımların özüdür. Elə bir xanım yoxdur ki, həyatında bir dəfə də olsun sistit olmasın. Yəni sistit olmamaq əslində elə də olmamaq çox çətin şey deyil. Bir soyuq su, soyuq bir şey, soyuq daşın üstündə oturdun, özü soyuqdan qorumadın. Amma bizim xanımların əsas problemi səhv gigiyenadır. Təəssüflər olsun ki, hələ çox biz qarşılaşırıq. Ali təhsilli, gözəl bir xanım, qız uşağı, övladı da var. O övladı da 18-20 yaşında. Amma bir dərindən bir söhbət etdiyimiz zaman, bir soruşanda gigiyenik alışqanlıqları haqqında görürsən ki, bir səhvlər eləyirlər və o səhvi düzəltdikdən sonra bütün şikayətləri keçir bilir. Yəni, heç bir dərmana da belə ehtiyac qalmaya bilər. Sadəcə bəslənmə və doğru su tükətimi də, yəni su istifadəsi, maye istifadəsi, yəni süni mayələrdən uzaq olması, duzlu turşu acıdan, yəni qıcıqlandırıcı maddələr, hansı ki sidin atılı və qıcıqlandırıcı, onlardan uzaq olması və doğru gigiyena ilə mexanik yuyulma nəticəsində sağalmaq mümkündür. Amma əlbəttə ki, uzun illər bu problemlər davam edəndə sidik hissəsinin selülik işasında aradan qaldırıla bilmədiyimiz dəyişikliklər əmələ gəlir. Heç orada geri dönüşü olmayan bir proses. Geri dönüşüm olmuyor. Mikroba heç ehtiyac qalmır. Sadəcə bir bəslənmə problemi, duzlu turşu acı istifadə olunması, az su istifadə edilməsi, soyuqlar və s. bu şeylər o xəstəliyi alevləndirə bilər. Bu xronik interstisial sistitlər deyirik. Onların müalicələri çox vaxt çətin olur, amma Allah'a şükür son zamanlar yaxşı nəticələr əldə edə bilirik. Doğrudan da su bu qədər vacibdir, bu qədər önəmlidir. Bədənimizin 70% mayədir. Dünyamızın 70% sudur. Bu yaxınlarda bir xəstə gəldi yanıma və börək problemi yaşayırdı. Dedi, doktor, burada tapmadılar çarəsini, getdim Türkiyəyə. Deyirəm ki, nə oldu, yaxşı getdir? Deyir, heç də mənə dedilər ki, su için.
Deyirəm, mən yazıq, bütün günü televizorda bar-bar baxıram ki, su için. Amma siz bilet aldınız, vaxtınızı, pulunuzu xərcədiniz, getdiniz Türkiyəyə, sizə dedilər su için və qayıtdınız ki, su içməyə başladım, problemim həll olundu. Yəni biz bu mesajları boşuna ötürmürük, yəni tamaşaçılar. Sizin sağlamlığınızı qorumanız üçün, sizin bu xəstəliklərə daha az yaxalanmanız üçün deyirik bunları. Yəni hər gələn qonaqda doğrudan da deyir ki, bol maye tükətimi, bol su istifadəsi çox önəmlidir. Təəssüflər olsun ki, həqiqətən də deyirlər, öz diyarında Peyğəmbər olamazsın. Yəni, нет пророку Семена Отечества, Ruslar demişkən. Həqiqətən də bizim dediyimizi başqa ölkədə təsdiqləyəndə xəstə qayıdı, doktor, siz çox qüvvətli həkimsiniz. Getdim xaricə dedilər ki, o həkim düz deyib, o həkimdən möhkəm tutun. Amma, yəni, bəli, çox gözəl, təşəkkür edirik. Amma biraz da həqiqətən bizə inanmanızı artırmanız lazım. Yəni, Azərbaycanda bugün həqiqətən səhiyyə ciddi şəkildə inkişaf eləyib. Hər şeylər var. Texnik cəhətdən Azərbaycanda bəzəli cihazlar var ki, hansı ki, qonşu ölkələrdə heç yoxdur. Biraz biz də həkimlər əlbəttə ki, çalışmalıyıq əhalinin etibarını həm qazanmaq, həm onu da qorumaq. Amma əlbəttə ki, su əsasdır. Birinci su. Yəni, müasir tibbin problemlərinin birisi nədir? Biz müasir tibbi öyrənirik, müasir protokolları öyrənirik, müasir texnologiyanı öyrənirik. Amma bir şey unuduruq ki, hər şeyin bir kökü var. Ot kökü üstü bitər. Müasir tibb keçmiş xalq təbabətindən gələn bir şeydir. Yəni bitkilərdən, meyvələrdən, doğru tənəffüsdən və mənim çox hörmət etdiyim və dəyər verdiyim ənənəvi Çin təbabəti və orada əsas sağlam yaşamanın 4 dənə əsas dayağı, dirəyi var. Birincisi, doğru nəfəs almaq. Doğru sayıya nəfəs alıb, doğru sayıya nəfəsi vermək, kişilərin qarınla, qadınların diafraqla döşlərin nəfəs almaları və s. texnika. İkincisi, doğru bəslənmək. Üçüncüsü, doğru fiziki idmanla məşğul olmaq və dördüncüsü, doğru cinsi həyat yaşamaq. Yəni, bu dördü sağlam olduğunuzda biz sağlam həyat sürdürə bilirik. Təəssüflər olsun ki, biz bəzi şeylərə ənənəvi olaraq bəzi şeylərdən mövzulara daxil olmaq da çətindir. Məsələn, xəstə gəlir və deyir ki, doktor, üzr istəyirəm, bağışlayın, hamilə idim. Tamam, niyə üzr istəyirsiniz ki? Hamilə idiniz, bu təbiidir, olmalıdır da. Allah Teala Adəmlə Həvvanı dünyaya göndərəndə deyir, gedin, çoxalın. Utanacaq bir şey yox. Və Peyğəmbərimiz də və Həzrəti Ayşə də hadislərdə cinsi həyat haqqında, cinsi həyat sonrası abdestin alınması və s. haqqında bir çox hadislər var. Yəni, biz onlardan daha mı abırlı olduqmu, yəni, bəzi şeylər? Yəni, bəzi şeylər utanmamaq lazım və xüsusən həkimdən ümumiyyətlə utanmamaq lazım. Yəni, çünki o problemləri çözmək sadəcə qarşılıqlı etibar nəticəsində əldə edib. Aydındır. Əziz tamaşaçılar, qeyd edim ki, qonağımız Baku Klinikin dəyərli həkimlərindən, uroloji uzmanı, Türkiyənin Ege Universitetindən uzmanlıq təhsili almış, tibb üzrə fəlsəfə doktoru doktor Emil Muxtarovdur. Sizin də suallarınız varsa 012-404-31-15 nömrəsinə zəng edin və ya Həkim Alt Xətt İşi Instagram səhifəsinə suallarınızı yazıb göndərə bilərsiniz. Mənə maraqlıdır. Biz son zamanlar kişilərdə prostat vəzi adenoması və prostat vəzi xərçəngi diaqnozlarını tez-tez eşidirik. Prostat vəzi kişilərin ikinci ürəyi də desəm yanılmaram. Və bu xəstəliklərin müalicəsində, müasir urologiyada nələr tətbiq olunur? Baku Klinikin urologiya şöbəsində nələr var? Əməliyyatlar necə aparılır? Biraz geniş istəyərdim bu haqda məlumat eləsiniz tamaşaçılarımıza, doktor. Buyurun. Prostat vəzi sidik hissəsinin çıxışında yerləşən bir vəzdir. Onu əslində mən bir sxema ilə izah edə bilərəm. Buyurun. Bizim sidik hissəmiz sidik hissəsinə daxil olan sidik axarlarının nöqtəsi. Bu üçgənə Leto üçgəni deyilir. Bu ən həssas sidik hissəsinin yeridir. Bunun qıcıqlandırılması nəticəsində sidik ifrazına istəyimiz əmələ gəlir. Tam bu çıxışda şabalıt formasında piramidal bir prostat vəzimiz var. Prostat vəzimizin funksiyası nədən ibarətdir? Arxada prostat vəzinin arxasında toxum kisəcikləri dediyimiz bir depolar var.
sperma xayalardan hərəkət edərək bu depoda toplanır. Və cinsi əlaqə sonunda cinsi əlaqə sonunda məhz o depodan sperma ifraz olunur. O depoda sperm hüceyrələrinin sağlam qalması üçün və inkişaf etməsi üçün prostat ifraz etdiyi maddələrlə təmin olunur. Prostat vəzi sadəcə kişilərdə olur. Yəni qadınlarda bu vəz yoxdur. Yaşla bu böyüyən bir üzdür. Böyüməsini istəmirsinizsə, keçmişdə sultanların harəmlərində xanımlara xidmət göstərən oğlan uşaqlarını anadan gəlmə xayalarını kəsib atırlar. Onlarda prostat vəzi inkişaf etmirdi. Yəni çünki erkək hormonu, kişi hormonu testosteron olmadığı üçün norması, bəli, böyüməlidir. Bu böyüyəcək. Amma necə böyüyəcək? Bu fərdidir. Yəni bu prostat vəzi eyni zaman yarı əzələ, yarı vəz toxumasına ibarət olan bir üzdür. Onun parauretral, yəni bu kanal ətrafında olan parauretral vəzlər sayəsində bir böyümə gedir. Və bu böyümə fərqli olduğu üçün, yəni kimdə yana böyüyə bilər daha çox, kimdə isə kiçik olaraq, amma sidik hissəsindən doğru böyümüş ola bilir. Ona görə şikayətləri də fərqlidir. Heç bir elmi araşdırma, tədqiqat prostat həcmi ilə sidik hissəsinin boşalması arasında bir statistik mənalı bir bağlantı tapa bilməyib. Yəni ona görə əsas burada sidik hissəsinin nə dərəcədə boşalmasıdır. Bunu da təyin eləmək üçün ultrasəs müayinə zamanında siz dolu sidik hissəsinə daxil olursunuz, baxılır, sonra çıxırsınız, sidik hissənizi boşaldıb, həmən təkrar baxırlar və deyirlər ki, qalıq sidik nə qədərdir. Əslində qalmamalıdır sidik. Əslində qalmasa daha yaxşıdır, amma 10%-ə qədər, yəni sidik hissəsinin həcminin 10%-nə qədər qalması normal qəbul oluna bilər. Yəni ultrasəs müayinələrin nəticəsində görə bilərsiniz, bəziləri yazılır 30-50 mililitrə qədər normaldır. Amma yenə deyirəm 10%, çünki sidik hissəsinin həcmi insandan insana fərq göstərə bilər. Və bu ümumiyyətlə həcmin böyüməsidir. Adətən xoş xəstəli böyümədir. Çünki prostat xərçəngi adətən heç bir əlamət verməz. Prostat xərçəngi prostatın başqa bir hissəsinə əmələ gəlir və sadəcə yayılmış hallarda ciddi problemlərə sahib ola bilir. Bəzi xəstələrdə xoş xəstəli prostat böyüməsi səbəbilə əməliyyat olunduğu zaman çıxarılmış parçalar histoloji müayinə, yəni əkilməyə getdiyi zaman prostat xərçəngi aşkar oluna bilir. Bəzən yenə də orada taktikalar dəyişir. Nə olur əməliyyat? Bəli. Birinci ilk növbədə şikayətlər nə olur? Bir kişi necə bilə bilər ki, onun prostatında problem var? Deyək ki, normadan artıq böyüyüb. Çox vaxtı xəstələri bizə yönləndirirlər səbəblə ki, tez-tez sidiyə gedir. Tez-tez sidiyə getmək hələ prostat problemi anlamına gəlmir. Tez-tez sidiyə getməyin səbəbi ola bilər infeksiya. Qıcıqlandırır, ona görə tez-tez sidiyə getmək istəyir. İkincisi, sidik hissəsinin həssasiyyəti. Sidik hissəsinə sidik daxil olub, adam həssaslı bir sidik hissəyə sahibdir və tez-tez atmağa çalışır. Və üçüncüsü, bəli, dediyiniz kimi, prostat böyük, sidik hissəsində qalıq sidik olur, sidik hissəsi tam boşalmadığı üçün tez dolur və ona görə. Bu, məhz prostatın problemidir. Ona görə biz mütləq sadəcə tez-tez sidiyə getməyi soruşuruq və sidiyə getdikdən sonra elə bir sidik hissəsi tam boşalmır, bir hissi varmı, yoxsa yox. Sidik axımı, təzyiqi düşüb, yoxsa, yəni önə sidiyi fırlata bilmir, deyir, ayağımın altına damlayır. Ya da saçaqlanır, ya da əyri sağa sola vurur. Bu, hamısı bizə məcbur edir prostatı yoxlamaq. Yəni, amma bu sadəcə prostata xas olan bir problem deyil. Bu sadəcə sidik hissəsi ilə çıxışa qədər olan bir yolda bir əngəlin olmasını deyir. Ola bilsin ki, prostatda problem yox, amma kanalda bir daralma var. Ya da ha vaxtsa olur ki, xırda bir daş düşüb, ilişib, o da problem. Nadir olur, amma olur. Onlarla da qarşılaşmışıq biz. Yəni, istənilən halda bunları xaric etmək. Bunlar hamısını bəli bir-bir. Bunun əlbəttə həkim tərəfindən olması lazım. Təəssüflər olsun ki, hələ də bizə... Məncə, biz elə bugün həkimlərimizə də gözəl bir mühazirə oxumuş olduq. Buyurun, davam edin. Əsas mənim əslində vermək istədiyim mesaj bizim tamaşaçılarımızadır. Həkimə gəlin. İnternet gözəl bir şeydir. Amma internetdəki səhvə görə həyatınızı itirməyin. Səhv qərarlar verməyin.
Yəni təəssüflər olsun ki, 10 xəstədən 8-i daxil olanda deyir, doktor, bəlkə bu dərmanı içək, bəlkə bunu eləyək. Oxuyub arxası gəlib artıq. Bizə gəlmisinizsə, bizə etibar eləyirsinizsə, o zaman bizim də məsləhətlərimizi xahiş edirəm, riayət edin. Müalicəsi? Müalicəsi əlbəttə ki, erkən mərhələdə çox problemli olmadı, kiçik prostat olanda biz çalışırıq mümkün olacaq şəkildə əməliyyatdan uzaq olmağa. Bu ola bilsin ki, bir dərman. Əsas 2 dənə qrup dərman var. Dünya Uroloqlar Assosiasiyaları, Avropa və Amerika Uroloqlar Assosiasiyaları tərəfindən məsləhət görünən 2 qrup dərman var. Birisi əzələləri gevşədir, CD ifrazını rahatladır. O birisi prostatın qanlanmasını azaldaraq bir həcmdə bir kiçilmə ola bilir düşüncəsi ilə kömək edir. Bunlar var. Üçüncü qrup fitoterapiya dediyimiz bitki əsaslı dərmanlardır. Onlar əslində deyim ki, çox ciddi elmi tədqiqatların dəstəyi hələ yoxdur onlardan. Amma yenə də bizim xəstələrimiz bəzən tercih edir. Bəziləri, bəli, tam faydasız deyirlər. Amma tam da faydalı deyirlər. Yəni, belə deyim sizə, pulunuz varsa, problem deyilsə, yəni onu da içə bilərsiniz. Yəni, çox bir faydasını görməsiniz, ziyanını da çox görməzsiniz. Bu tibbi müalicəmiz kömək etmirsə, nə edəcəyik? Əlbəttə ki, o zaman o əngəli öndən götürməmiz lazım. Götürməyə üçün əsas əməliyyat tiplərimiz nələrdir? Birincisi, kiçik prostatdırsa, yəni 80 qrama məsləhət görülür. Amma olur ki, yəni, hətta 100 qrama qədər eləyir, qapalı əməliyyat. Yəni, sünnətdən daxil olunaraq, parça-parça prostatı alaraq, elə bil ki, dönər bıçağı ilə kəsirsiniz, xırda belə 3-5, bəzən 9-10 millimetrlik uzunluqda parçalar çıxardaraq, prostatı oyuruq. Buranı çıxardır. Bu parçalar belə parça-parça kəsərək, burada belə bir geniş bir yataq yaradırıq və CD ifrazını təmin edirik. Burada diqqət etməyimiz nələrdir? Yəni, portağalın içini mi soyuruq? Aynen öyle. Tam o dilimləri çıxardırıq, amma qabığı qalır. Qabığı qalır. Amma prostat həcmi böyükdürsə, 100 qramın üstündədirsə, məsləhət görülür açıq əməliyyat. O əməliyyat necə icra olunur? Bu düşünsək ki, bizim göbəyimiz, bu çanaq sümüklərimiz, biraz buradan əslində, arada belə bir 3-5 santimetrlik dəridən kəsik aparılır, sidik hissəsinin içinə daxil oluruq və sidik hissəsinin içərisindən prostatı buradan məhz siz dediyiniz kimi elə bil portakalın içinə varmanı salıb, dənələri ovub, çıxardırıq bir parça şəklində. Əlbəttə ki, açıq əməliyyat daha travmatik. Amma 2-3 saat uzun sürə anesteziya almaqla bərabər tur sindromu riskini qapalı əməliyyatdansa, əlbəttə ki, zamanında doğru açıq əməliyyat olunması da faydası var. Yəni, doğru icra olunduqdan sonra 3-5 gün sonra siz evə gedə bilirsiniz. Normal iş fəaliyyətinə davam edə bilirlər 3-5 gün sonra. 3-5 gün sonra o açıq əməliyyat olduğu üçün əlbəttə ki, biz diqqətə almalıyıq ki, əzələlər də kəsilib, yəni ağır şeylər qaldırmamaq şərti ilə bəli, normal belə masa başı işlərlə davam etmək mümkündür. Aydındır. Proqnoz necədir bu əməliyyatlardan sonra və neçə yaşda bu əməliyyatları etmək olar və əks göstərişlər? Birdən verin ki, sözünüzü kəsdim. Buyurun. Demək, proqnoz əlbəttə ki, hər bir əməliyyatın öz fəsadı var. Hər bir əməliyyatın öz müvəffəqiyyətsiz bir nisbəti var. 100%'lik bir şeylər yoxdur dünyada. Yəni, bu əməliyyatlardan əsas problem nədir? Qapalı olsunmu, açıq olsunmu, artıq cinsi əlaqə sonrası sperma önə çıxmaz. Çünki bu arxadakı biz təzyiqi aranı götürdüyümüz üçün öndə isə sidiyi saxlayan bir mexanizm var, klapan, sfinkter dediyimiz. Onun təzyiqi daha qüvvətli olduğu üçün sperma önə deyil, arxaya sidik hissəsinə vurur və sonra sidiklə bərabər çıxır. Bunun heç bir ziyanı yoxdur əslində bədən üçün. Amma psixoloji bir təsir göstərə bilir xəstəyə. Çünki deyir ki, mən o zaman cinsi həyatımda heç bir zövq ala bilmirəm. Bu halları əlbəttə ki, biz öncədən xəstələrə anlatarıq, izah edirik və gənc xəstələrdə əlbəttə ki, bu da çox önəmlidir. Bunları izah etdiyimiz zaman çalışırıq mümkün olacaq şəkildə əməliyyatdan qorunmaq. Ya da xüsusi bir əməliyyat tipi var. Tibbi nəzərdən tam təsdiqlənməyinə baxmayaraq, sosial olaraq, yəni ictimai
rəy açısından xəstə gəncdir. Cinsi həyatına aktiv davam etdiyi üçün biz bəzən prostatı oyduğumuz zaman bu qısımda prostat toxumasını biraz buraxırıq. Saxlayırsınız. Saxlayırıq ki, o təzik arxada qalsın. Sperma önə çıxsın, rahat boşalsın. Amma yenə də bildiririk ki, orada toxuma qalır və o toxuma qaldığı üçün də sabah təkrar əməliyyat ehtiyacı bu xəstədə ola bilər. Aydındır. Əziz tamaşaçılarımız, qeyd edim ki, qonağımız Baku Klinikinin dəyərli həkimlərindən Türkiyənin Ege Universitetinin uzmanlıq təhsili almışdır. Üzrə fəlsəfə doktoru, uroloji uzmanı, uroloq-androloq doktor Emil Muxtarovdur. Biz bəylərin problemlərindən bir qisminə toxunduq. İndi vaxt qalsa bu prostat və xərçəngi məsələsinə toxunarıq. Mən istəyirəm xanımlarda biz daha çox bugün rast gəlirik sidik qaçırma problemlərindən. Və bu da vaxt ötdükcə artır. Mən hər zaman deyirəm ki, Azərbaycan xanımı dünyanın ən fədakar xanımıdır. Ən dözümlü xanımıdır. Ən dözümlü xanımıdır. Hətta o qədər dözümlüdür ki, artıq deyir ki, yaşım artıq 60-dır. Yəni, mən sidiyi qaçırsam nə olacaq, qaçırmasam nə olacaq? Amma bu əslində biraz məsələnin dərinliyinə gedəndə görürsən ki, ciddi sosial problemlər də yaranır ki, qonaq getmir, sıxılır, evdən çıxmaq istəmir və s. Gülmür, öskürmür, qorxur. Bu problemin yaranma səbəbi və müasir müalicə yolları haqqında istəyərdim. Siz məlumat verin, mən bir planşetimizə baxım, görüm tamaşaçıların sualları varmı? Buyurun, doktor. Bu xanımların sidik hissəsidir. Belə başa düşdüm. Bəli, qara ilə göstərdiyim xanımların sidik hissəsidir. Bu uşaqlıq yandan belə uzanıqlı şəkildə bir proyeksiyasını düşünsək, qırmızı da olan sfinkter dediyimiz. Sidik qaçırma. Sidik qaçırma dediyimiz zaman biz nəyə diqqət etməliyik? Birinci xəstə yaxınlaşır, doktor, mən sidiyimi saxlaya bilmirəm. Saxlaya bilmədiyin zaman soruşun ki, nə zaman saxlaya bilmirsən? Öskürdüyün zaman mı? Güldüyün zaman? Əyilib bir şey götürdüyün zaman, pilləkənləri qalxdığın zaman mı qaçıra bilmirsən? Yoxsa sidik ifrazı bir istəyi gəlir, amma sən tualetə yetişə bilmirsən. Elə qapını açmaq istədiyin zaman sidiyi qaçırırsan. Bunlar iki fərqli sidik qaçırma mexanizmi. Bəli, eyni zamanda hər ikisi də ola bilər. Birincisi, öskürmək, gülmək, askırmaq zamanı sidik qaçırması nədən ibarət? Sidik hissəsi bir rezin balon, funksiyası sidiyi qovmaq. Daimi sidiyi qovmamaq üçün sidik hissəsinin çıxışında bir sfinkter var. Klapan, mexanizm, qoymur çıxmağa. Öskürmək, qaçırması bu sfinkterin, mexanizmin yetərli şəkildə işləməməsinin nəticəsidir. Yəni, siz rezin balonunu doldurmuşsunuz, amma bağlamağa unutmuşsunuz və balon boşaldı. İkinci sidik qaçırması, siz tualetə yetişə bilmirsiniz. Bu nə deməkdir? Klapan yaxşı işləyir, amma sidik hissəsi özü həddindən artıq çox həssasdır, çox sıxılır və sıxıldığı üçün sidik atır. Buna həddindən artıq overaktiv sidik hissəsi deyirik. Bu, adətən bu travmalardan sonra ola bilir, qadınlarda sonraki bu elastikliyin pozukluğu nəticəsində sinir həssasiyyətinin artırması səbəbləri çox olur. Bunların müalicələri keçmişdə fərqli idi. Sfinkter problemini necə çözə bilərsiniz? Heç cür. Sfinkteri başqa cür qüvvətləndirmək çox çətin olur. Yəni, bunu sadəcə cərrahi yolla eləyə bilərsiniz. Cərrahi yolla necə eləyirsiniz? Məsələn, bu bizim sidik kanalıdır xanımda, qadın yoludur. Əziz tamaşaçılar, bu da sümüklər. Söhbətimizə qoşulmaq istəyirsinizsə 012-404-31-15 nömrəsində zəng edin və ya həkim alt xətt işi Instagram səhifəsinə suallarınızı yazıb SMS-də göndərə bilərsiniz. Çanaq sümüklər olan bir yer. Biz buradan kanalın altından bir askı keçirə bilirik. Bu askılar iki yolda ola bilər. Ya bu çanaq sümüyünün deyilişindən, obturator sinir dediğimiz oradan keçirilir, tutur və ya yuxarıdan, qarından çıxarılan askı. Bu daha effektivdir. Amma bunun bir riski var ki, sidik hissəsinin zədələnmə riski. Uroloqlar bunu tərcih edirlər daha çox. Çünki sidik hissəsində biz hakim olduğumuz üçün biz onu qorxmuruq çox. Ginekoloqlar daha çox tərcih edir obturator. Çünki yəni o risk yoxdur orada. Aydındır.
Amma hər ikisi də buna sling əməliyyatları, askı əməliyyatları deyirlər. Çünki sidik axarının bu qismini düzləşmir, bir əcə qaldırırlar, belə bir bucaq yaranır, hansı ki sidik saxlamağını belə rahatladır. Başqa əməliyyatlar da olur. Məsələn, eski börk əməliyyatı var idi. İçəridən yenə də buranı qaldırmaq üçün bir öz toxumalarından artırmaq ya da silikon askı şəklində qaldırmaq. Amma sidik hissəsinin overaktivi həmişə dərman müalicəsi olub əvvəlcə. Biz o sinir keçiriciliyini azaldırıq. Elə bilin ki, sizdə həddindən artıq siqnal gedir. Biz o siqnalın qarşısını alırıq ki, sidik hissəsi onu atmaz. Amma bəzən olur ki, sidik hissəsinin həcmi azaldığı zaman, bu çox sıxılma nəticəsində, endoskopik bir əməliyyat kamera ilə daxil oluruq içəri və kamera vasitəsilə duvarda 20 nöqtədən botoks iynəsini vururuq. Yəni, botoks bildiyiniz kimi botulin neuropolitik bir toksin olduğu üçün, zəhər olduğu üçün orada o sinir keçiriciliyini qarşısını alır və ona görə sidik hissəsinin overaktivliyini, yəni həddindən artıq həssaslığının qarşısını ala bilirdik. İndi isə hal-hazırda sfinkter əməliyyatlarında öncə deyilə bir dərman çıxıb, onu biz başlayırıq. 1-2 ay veririk, faydasını görürsə əməliyyata ehtiyac qalmır. Bəzi hallarda isə adətən o kişilərdə olur, sidik saxlamama problemi əməliyyatlardan sonra. Orada sfinkter olan qismına xüsusi bir dolgu materialları vururuq. Oranı şişirdir və yolun daraldır ki, sidik saxlamaq daha rahat olsun. Aydındır. Və bir tamaşaçımız yazıb, uşaqlarda sistit barədə məlumat istəyirlər bizdə. Uşaqlarda sistit. Siz keçək orada söhbət elə və ya əyləşək. Necə sizə rahat? Necə sizin gəlin. Buyurun, doktor. Uşaqlarda sistit olurmu? Olur. Adətən qız uşaqlarında daha çox olur. Yenə də problem birincisi gigiyenik. Ana evdə uşağı çox yaxşı baxa bilər. Gigiyenasına diqqət edə bilir. Bağçada sual işarəti altında. Məktəbə gedəndə o da sual işarəti altında. Bəzi uşaqları çox titiz böyüdürlər, uşaqlar tualeti başqa yerdə getmək istəmirlər, sidiklərini saxlayırlar. Bu da özünü göstərir. Yenə də sistitin qarşısını almaq üçün uşağımızı birincisi bu çox populyar popcorn, chips, duzlu çubuqlar, uşaqlar onları çox sevirlər. Amma bunlar hamısı gərəksiz yerə sidik yoğunluğunu artırır, duz atımını artırır. Uşaqlarda sidik yollarının uralitiyaz dediyimiz, yəni duzların əmələ gəlməsinin səbəbi ola bilir. Yəni, bunlara diqqət etməyimiz. Yenə də hər zamanki kimi əsas maye, təbii maye, su, bitki çayları, bunlardan çox-çox istifadə etmək lazım. Gigiyenasına diqqət etmək lazım. Amma qadınlarda, qız uşaqlarında nəyə diqqət etməyimiz lazım? Onu mən yenə də çizim. Çəkək. Onu göstərmək lazım. Çünki Əziz bu problem... sizin də suallarınız varsa, buyurun 012-404-3115 nömrəsinə zəng edin və ya Həkim Alt Xətt İşi Instagram səhifəsinə ünvanlayın. Çünki qonağımız Baku Klinikin uroloji uzmanı, tibb üzrə fəlsəfə doktoru Dr. Emil Muxtarovdur. Buyurun, doktor. Biz uşaqlarda qız uşaqlarında, bəli, təkrarlayan dərman müalicəsini verirsiniz, faydası olur. Dərman bitdikdən sonra yenə sistit əmələ gəlir. Gigiyenası normal. Çox belə yüksək səviyyəli ailə. Amma qız uşaqlarında daimi belə təkrarlanan sistitləri olur. Burada bəzən biz həkimlər uşağı müayinə eləmirik. Sadəcə analizlər. Likosit var, mikrop var, müalicə elədik. Amma niyə təkrarlayır? Hər şey normal. Bol su tükətir. Duz yox, bir şey, idman və s. hamısı var. Amma yenə təkrarlayır. Orada mütləq şəkildə arada bir müayinə keçirmək lazım. Qız uşaqlarında cinsi dodaqlarının alt ucularında daha çox, nadir olanda tam da olur. Amma adətən alt ucularında yapışıqlıq olur. Bu anatomik belə. Anadan gəlmə bir yapışıb və orada bir kiçik bir cib əmələ gəlir. Hər sidiyə gedəndən sonra orada bir damla sidik qalır.
Siz onu qəşəng gözəl yuyursunuz, amma orada sidik qalır və o təkrar sidik yolu infeksiyasına səbəb ola bilər. Aydındır. Anadan gəlmiş yeni uşaqdırsa sadəcə sadə bir masajla bu sinyeki açıla bilir. Yaş böyüdükcə o yapışma daha ciddi olduğu üçün hətta xırda bir əməliyyatla onun açılması da ehtiyac olur. Onunla da bütün problemlər çözülür. Yəni dəqiq müayinə çox önəmlidir. Dəqiq müayinə çox önəmlidir və valideynlərin də ona diqqət etməsi lazım. Uşağı təmiz bir diqqət eləyin. O zaman Bir anomali varmı, yox? yox. Aydındır. Çox gözəl. Çox təşəkkür edirəm bu cavab üçün. Və daha bir tamaşaçımız yazır ki, mən 58 yaşım var, gecələr CD-yə tez-tez gedirəm. Bu nə ilə əlaqədar ola bilər? Gecə CD-yə tez-tez getmək bəydir bizə yazan, qeyd edim. Gecə tez-tez CD-yə getmək əslində heç bir xəstəlik olmaya da bilir. Olmaya da bilər. Olmaya da bilir. Siz yəni çox çalışırsınız, bilirsiniz ki, çoxlu maye tükətməniz lazım, istifadə etməyiniz lazım. Gün ərzində iş vaxtı elə imkanınız olmur. Tərləyirsiniz, çox danışırsınız, söhbət eləyirsiniz. Bunlar hamısı mayenin itirilməsinə səbəb ola bilir. Evə gəlirsiniz, saat axşam 8, yemək yediniz. Adətimiz yeməkdən sonra bir çay içək. Televizyon arxasına oturaq, bir dənə də çay içək. Biraz da meyvə ola bilər, bir dənə də çay içə bilər və təbii ki, o maye bir yerə çıxmalıdır, gecə sizi qaldırır. Əlbəttə ki, çoxlu maye istifadə etməyimiz lazım. Səhərdən axşam saat 7-8-in yarısına qədər 2,5-3 litr maye istifadə eləyin. Amma axşamdan sonra çalışın mayeni istifadə etməyin və baxın necə özünüzü siz hiss edəcəksiniz. Düzəlirmi, yoxsa yox. Amma 58 yaş, yəni bizim üçün o yaşlı xəstə saymıram. Mən o gənc xəstə sayıram. Əlbəttə ki, səbəbləri çox şey ola bilər. Ola bilsin ki, üşütmürsünüz, ola bilsin ki, su az tükətimi, duz tökmək ola bilər və s. Onun üçün sadəcə ultrasəs müayinə və CD-nin ümumi analizi yaş etibarı ilə 58 yaş olduğu üçün yenə xatırlatmaq istəyərdim ki, hər sağlam kişi 40 yaşından etibarən ildə bir dəfə PSA denilən bir prostata xas olan göstərici baxdırmalıdır. Bu analizlər olduqdan sonra artıq yəni ən azından bir istiqamət seçə bilərik ki, bəli bu xəstədə infeksiyadır səbəb, duzdur səbəb, yoxsa sadəcə axşam həddindən artıq su istifadəsi. Aydındır. Daha bir tamaşaçımız soruşur, xanımdır, 64 yaş, xanımdır elə üzərinə. 64 yaşı var, şəkərli diabetdən əziyyət çəkir. Məndə qadındır, aha. Dəhşətli çox CD qaçırmalarım var deyir. Gecə dururam, ayaq yolunu özümü çatdıra bilmirəm və təbii ki, heç yerə də gedə bilmirəm bu problemdən dolayı. Sadəcə gecə mi, yoxsa gündüzlər də olur? Gün tez-tez olur, deyir. Tez-tez. Daimi. Aha. Bir, şəkər xəstələri həqiqətən də bizim dərdimizdir əslində. O zaman gəlin belə qoyaq mövzunu. Şəkərli diabet və böyrək problemləri. Sadəcə böyrək problemi deyil. Şəkərli diabetli xəstələrimiz təəssüflər olsun ki, bizdə hələ çox dirəncli xəstələrimiz var. Dirəncli nə var? Deyirsən ki, əzizim, şəkərin necədir? Bilirsən, yox, nə danışsın doktor? Mən gündə bir dənə gəncə paxlavası yeməsəm olmaz. Və bu xəstənin əlbəttə ki, şəkər səviyyəsi yüksək olur. 180-200 qanda olduğu, onun üstlərində olanda artıq sidikdə də şəkər atılır və şəkər sidikdə olduğu zaman o da tez-tez sidiyə getməyə məcbur edir. Yəni, bu tərəfi də diqqətə almamız lazım. Siz ona görə birinci sualım belə xəstələrə olur ki, sizin şəkəriniz qanda təmizlənibmi, yoxsa yox? Deyir, mən doktor dərman içirəm. Dərman içmək azdır. Doğru dərman mı içirsiniz? O dərmanın təsiri varmı? Ümumiyyətlə, sizə dərman mı lazım, yoxsa artıq insulinə ehtiyac var? Və insulindən qorxmamağa çağırıram sizi. İnsulin təbii bir məhsuldur və sadəcə qanda olan şəkərin səviyyəsinə təsir eləyir. Bir dənə də əlavə edeyim. Bəli. Dərman içirəm deyə hər şey yeyə bilərsiniz anlamına gəlmir. O da var, bəli. Buna da diqqət yetirirsiniz. Bu sualda cavab verirsiniz. Dərmanlar isə hamısının bir qaraciyərə, böyrəyə bir yan təsiri də var. Ona görə insulindən qorxmayın. İnsulin yəni o bir hökm, bir cəza kimi görməyin onu yəni. O da bir müalicə, bir metodudur. Ona narahat olmayın. Bir, xanımda şəkər qanda təmizlənibmi, yoxsa yox? Kontrol altında deyilsə, mütləq şəkildə həkimlə müraciət edib, onu kontrol altına almaq lazım. CD saxlaya bilmir, bəli. Bu xanıma CD-nin ümumi analizi təmizdirsə, ultrasəs müayinədə biz yetərli CD hissəsi həcmini tapırıqsa, böylələrdə problemləri yoxdursa, sadəcə bir dərman müalicəsi ola bilər.
ona böyük bir ciddi şəkildə yardımcı ola bilir. Yəni istənilən halda müraciət Amma etmək lazım. müayinələrdə Ümumiyyətlə, keçməsi şəkərli şərt. diabetdən əziyyət çəkən insanlar, məsələn, göz həkimi deyir ki, 6 aydan bir gözlərini yoxlatdırsın, bilməm, ürək həkimi deyir ki, ildə bir dəfə ən azından ürəyini yoxlatdırmalısınız. Siz bir uroloq olaraq şəkərli diabetli xəstələrin uroloji problemləri, yaşama riski hansı yerdədir və hansı aralıqlarla müraciət etməlidir və bu check-up müayinəyə nə daxildir? Yəni bildiyiniz kimi şəkərli diabet bütün hüceyrələri zədələyir. Bütün hüceyrələr də fərqli həssaslığa sahiblər. Amma böyrək hüceyrəsi, mən hətta deyərdim ki, beyin hüceyrəsindən daha da həssasdır. Daha mürəkkəb quruluşa sahibdir. Təkrarlanmaz bir mürəkkəblik var orada. Və ona görə şəkərli diabet olan xəstələrdə böyrək çatmamazlığı və gələcəkdə dializə məhkum olma ehtimalı 25%-ə çatır. Ciddi bir rəqəmdir əslində. Bu ciddi bir rəqəmdir. Təzyiq 16%. Amma ikisi bir yerdə olanda o faizi artıq səsləndirməyə biləcək. Yəni ona görə biz özümüzə diqqət etməliyik. Birincisi, xəstələnməməliyik. Çünki xəstələndikdən sonra müalicə eləmək çox çətin ola bilir. Çünki kimdəsə, yəni 90 nəfərdə 100-dən yaxşı ola bilərsə, amma 10 nəfərdə heç bir müalicə tapmaya da bilərik. Yəni hər bir müalicəyə xəstəlik dirəncli qala bilər. Və o 10%-in içində düşüb-düşməməz məlum deyil. Ona görə xəstələnməyək birincisi. Şəkərli diabet, bəli, birincisi diabetik nefropatiya dediyimiz məhz şəkərin yaratdığı böyrək pozuntuları, problemləri. Onun üçün də əlbəttə ki, ümumiyyətlə öz şəkər endokrinoloqa müraciət etdikləri zaman onlar yoxlanılır. Hər heç bir problem yoxdursa, ildə bir dəfə yoxlanması yetərli ola bilər. Amma ilk kontrolü yenə də ən gecə 6 ay sonra olması. 6 ay ərzində problem yoxdursa, yəni kontrol edə bilirlərsə, ildə bir dəfə ola bilir. Amma əlbəttə ki, burada diqqət etməliyik ki, xəstəlik nə dərəcədə kontrol altına alına bilirmi və verilən dərmanlara yetərli cavab alına bilirmi? O şəkildə. Aydındır. Və bizim son 5 dəqiqədə mən istəyirəm daha bir önəmli, amma bir dəfə epizodik görüb önəmsəmədiyimiz bir problem haqqında danışaq. Sidikdə qan hansı xəstəliklərin xəbərçisi ola bilər? Yaralı yerinizə toxundum deyəsən, gülümsədiniz. Demək, təxminən bir 10 gün əvvəl bir həkim yoldaşımız telefonla zəng eləyib, dedi ki, daimdə sidiyində qan var. Keçən ilin iyul ayından qanaması olur. Dedim, həmən gətirin, həmən müayinə eləmək lazım, ultrasəs müayinədən keçirmək lazım. Nə ola bilər ki, deyir o, prostatdan deyirəm, niyə siz həmişə xoş tərəfi düşünürsünüz? Mən birincisi, ağrısız qanama olanda ən qorxduğumuz şey sidik hissəsinin xərçəngidir. Niyə elə deyirsiniz, doktor? Deyirəm, mən sadəcə ehtimalı deyirəm, sizin də xəbəriniz olmalı. Nə ola bilər? Nə ola bilər və niyə mənim narahat olduğumu siz ona görə başa düşməlisiniz. Səhərsin gətirəndə, müayinələrdən keçirəndə müəyyən oldu ki, çanaq bölgəsini sidik hissəsindən inkişaf etmiş bir törəməsi tam doldurub, artıq yəni 4-cü mərhələ gecikmiş. Yəni inşallah yardımcı ola biləcək onkoloji mərkəz. Telefon xəttində tamaşaçımız var. Zakataladan zəng vurub İlhamə xanım. Gəlin onun sualını eşidək. İlhamə xanım, hər vaxtınız xeyir olsun. Hər vaxtınız xeyir. Sizi doktor salamlayıram. Aleykümsalam. Buyurun, sualınızı ünvanlayın. Mən qaynanamdan ötəri zəng eləmişdim. Elə bil ki 63 yaşı var qaynanamın. O börəkləri ağrıdığı üçün çoxlu miqdarda duz royeləri olduğu üçün mən 2 kurs macə aldırmışım. Qaynanama elə bil ki axırıncı dəfəsində macə qutaran kimi su yoluna çıxa bilmədi. CD-yə gedə bilmədi 5 gün. Ondan sonra aparıb aparatlardan keçirib deyir ki, sizdə xroniki börək çatışmamazlığı var. CD kanalı şişibdir deyir. Yəni bu nə qədər doğru olar, aparaq mı, aparmayaq mı, doktor bizə bir məsləhət verir. Aydındır mı sual? Sual aydındır. Sual İlhamə aydındır. xanım, bizim vaxtımız az olduğu üçün bilmirəm, sualın cavabını çatacaq. İnşallah yetişərəm. Yetişərik. Mən əminliklə deyirəm ki, aparın Baku klinika. Emil Muxtarov bu sualın cavabını tam dəqiq sizə verəcək. Buyurun, doktor. Burada xroniki börək çatmamazlığı deyiblər. Xroniki börək çatmamazlığı... İstəyirsinizsə onun üzərində. Yox, əsas xanımın dediyi, yəni yolun tıxanması çox maraqlı. Yəni börək çatmamazlığıdırsa,
o zaman bizim problemimiz buradan başlayır. Böyrək hüceyrələri yetərli şəkildə işləmədiyi üçün qanda olan zəhəri təmizləyə bilmirlər. Sidiyi olsa belə yetərsiz, keyfiyyətsiz bir sidik olduğunu düşünə bilərik. Amma problem bu səviyyədədir. Amma sidiyə gedə bilmirsə və sidik varsa, sidiyi tıxanıbsa, o böyrək çatmazlığı ona deyə bilmirik. Bu böyrəkdən sonraki bir problemdir. Ya burada problem var, daş tıxıyıb, ya kanalda tıxıyıb. Amma buna postrenal çatmazlıq deyir. Yəni böyrəkdən sonraki bir mərhələdə. Bunu o sadə necə, bir də kateter qoyulursa, sidik gəlirsə, demək bu artıq böyrək çatmazlığı, böyrək çatmazlığı başqa səbəbdən bəlkə də olub. Amma o 5 günü araşdırmaq lazım. Yəni bu böyrəkdən sonra, ya genişləmə burada varsa, böyrəkdə genişləmə olubsa, kanalda genişləmə varsa, gidronefroz buna deyirik, gidrouretronefroz deyiriksə, demək əngəl daha aşağıdadır. Böyrəkdə problemdirsə, burada genişləmə olmamalıdır. Yəni müalicəni axtarmaq lazım ki, nə mane olur sidiyin çıxmasına? Yəni nə müalicə alıbsa, yəni onu da bilmirik açıqcası. Duzlara görə nə müalicə veririk? Adətən yəni duzlara görə biz nə verəcəyik ki, xırda duzlardır, 2-3 millimetrlik, onların spontan düşmə ehtimalı 100%-ə yaxın bir şeydir. 4 millimetrlik daşlar 95%-ə qədər özü ifraz olunur. 5 millimetrlik 85, 6, 60-65%. 6 ucu təhlükə yaradır və 6-dan etibarən biz kanala düşən daşlara endoskopiya eləmək lazım olur, məcburiyyət olur. Dünən belə 2 dənə xəstəmiz oldu sidik axarının daşı ilə. Birisi çox xırda bir daş, 4 millimetrlik, amma tam sidik hissəsinin girəcək yerdə ilişib. Noyabr ayından xəstə o daşı daşıyır. Amma Allahın köməyi ilə sağ-salamat onu həll edə bildik. Və heç bir şey ehtiyacı olmadı. Digər xəstə bir gün əvvəl bir daş əmələ gəlib, sidik axarının üst qismında genişləmə, yəni və plus üstünə infeksiya əlavə olundu. Yəni o xəstə stent qoyduq, böyrəyi aldıq qorumaya və sonra infeksiya qutarandan sonra o daşı da inşallah həll edəcək. İnşallah İlhamə xanım da qaynanasını gətirər, müraciət edərlər və daha sonra bir təşəkkür zəngi də edərsiniz bizim studiyamızda. Doktor, mən sizə təşəkkür etmək istəyirəm. Son müraciətiniz varsa, onu da eşidək tamaşaçılarımıza, sizinlə sağollaşım və keçib bizim baş sponsorumuz haqqında da məlumat verin. Təşəkkür edirəm. Öncə yenə təkrar Novruz bayramı münasibətilə xalqımızı təbrik eləmək istəyirəm və əsas mesajımız bol-bol su için xəstələnməyin. Aydındır. Təşəkkür edirəm doktor sizə. Çox şad oldum sizi yenidən studiyamızda görmək. Yenidən görüşərik inşallah. Və bizim baş sponsorumuz, əziz tamaşaçılarımız, verilişimizin baş sponsoru neobionasit həbləridir. Bildiyimiz kimi insanların 60%-i daim mədə turşuluğu, yanğı, qıcqırma kimi hallardan əziyyət çəkir. Artıq bu simptomlardan tez, effektiv və ən əsası tam təhlükəsiz xilas olmaq üçün İtaliya istehsal olan 100% təbii neobionasit həbləri sizin köməyinizə çatacaq. Neobionasit həbləri İtaliyanın ABK farmasevtik şirkəti tərəfindən ən son innovativ texnologiya əsasında istehsal olunur və artıq uzun müddətdir ki, Avropa praktikasında geniş istifadə olunur. Digər preparatlardan fərqli olaraq neobionasit həbləri tərkibindəki şəfalı dərman bitkiləri və təbii minerallar sayəsində qida borusu və mədədə qıcqırma, ağrı və yanğı kimi əlamətlərə qarşı tez, effektiv və davamlı müalicəvi təsir göstərir. Neobionasit çeynəmək üçün həblər şəklində buraxılır. Gündə 3-4 dəfə, hər dəfə bir həb olmaqla yaxşıca çeynənilərək udulur. Və qeyd edim ki, neobionasit həbləri 100% təbii, glutensiz olduğundan hətta hamiləlik və laktasiya dövründə də rahatlıqla istifadə oluna bilər. Neobionasit həblərini istənilən apteklərdən rahatlıqla əldə edə bilərsiniz. Təşəkkürlər bizim baş sponsorumuza və mən bizim təşkilatçı dəstəkçimizə də təşəkkürümü bildirmək istəyirəm. Verilişimizdə göstərdiyi təşkilatı dəstəyə görə tibbi, kosmetoloji, laborator və sanator kurort avadanlıqlarının satışını, quraşdırılmasını və texniki servisini təmin edən, həm o cümlədən tibbi sərf malzəmələrin satışını həyata keçirən bizim dostumuz Medex MMG-yə də dərin təşəkkürümüzü bildiririk və sizin də əgər tibb müəssisəniz varsa, tam rahatlıqla, əminliklə Medex MMG-yə müraciət edə bilərsiniz. Bizim vaxtımız səhv etmirəmsə bitdi və var 40 saniyəmiz var. O zaman mənə bir neçə mesaj gəlmişdi. Bu sağlam qidalanma mövzusundakı Tutu xanım bizə məlumat verin. Sabah 3-cü gün diyet köşəmizdə bayram menümüz olacaq. Bayramda nə yeyə bilərik? Necə edək? Diyetdə olanlar nə etsinlər ki, bu bayramı artıq çəki almadan qurtulsunlar, keçirsinlər? Bütün bu suallara sabah açıqlama gətirəcəm diyet köşəmizdə. Bunun anonsunu edim. Bugünlük isə bu qədər. İlaxır çərşənbəz bir daha mübarək olsun. Sağlam olun, sağlamlığınızı sağlam ikən qoruyun əziz tamaşaçılar. Salamat qalın.